Əgər eləyə bilsəm bunu. Tamam. Selamun aleyküm. Əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır. Mən İnsaf Əli Hidayətəm və bir ayrı proqramla xidmətinizdə olacağam. Əgər şərif xatirinizdə olursa, biz bir neçə gün qabaq, bəlkə bir 2 həftə öncə Sayın Yusuf Korunla danışığımız var idi tarix haqqında. Gözəl, uzun danışdıq, amma mən ona bir ad qoydum. Ayıqlığın yolu. Bilmirəm indi bu ayıqlıqdan xoşunuz gələcək ya yox. Ayıqlıq da deyirlər o bəzilə, amma ayıqlıq. Ayıqlığın yolu, yəni ayıq olmaq. Və onun birinci bölümünü aparmışdıq Sayın Yusuf Korunla, Türkçəmən qardaşımızla. Dostlar, mən öz içimdə olanı sizə deyim, ürəyimdə olanı sizə deyim. Biz 100 ildən çoxdur biz türkləri bir-birindən qırıblar. Bizim türkçülüğümüzü danıblar. Bizə buna görə ki, bizi türkçülüğümüzü danalar, bizə yeni kimlik veriblər. Sən kimsən? Bu sən kimsəni ya mən kiməm? Bunun sualın cavabında sən türk deyilsən. Sən Azərisən, sən Rus Azərisisən, sən İran Azərisisən, sən Türkiyəlisən, sən Qəzvaxsan, sən Türkəmənsən, sən belə bizi bir-birimizdən ayırıblar. Yəni bizim o türklüğümüz, o qardaşlığımız, o birliğimiz aradan aparıblar. Bu da bahis olubdur ki, bir ayrı işdə görüblər. Yəni bizim kimliğimizi dəyişdiriblər. Dilimizin yazıb oxumaq əlifbasını da dəyişdiriblər. Yəni elə bir iş görüblər ki, bir dana Türkiyəli Türk İranda yaşayan bir Türkün, Qəşqayı olsun, Türkəmən olsun, Azərbaycan Türkü olsun, Xorasan Türkü olursun, Xəlic Türkü olsun, hər yer Türkü olsun, fərq eləməz. O da bir cümlə yazır, o da bir cümlə yazır. Bir-birini oxuya bilməzlər. Yəni tamam şairlər, tamam yazarlar Türkiyədən durub gedib İranda danışmayacaqdılar ki, ya tamam İranda olan yazarlar, düşünürlər, siyasi, ictimai, toplumsal çalışqanlar durub hamısı gedib Türkiyədə danışmayacaqdılar ki, onlar bir-birlərin baş tapalar. İnsanlar yazı ilə bir-birləri ilə, modern dövrün, keçən 400 ilin danışmaq formatı yazı iləndir. İnsanlar yazı yazır, o birisləri də oxur. Türkiyədə olsun, Rusiyədə olsun, Çində olsun, hər yerdə olur. Amerikanın o şeyində olsun. O türklər bir-birinin yazısı ilə bir-birindən tanış olurlar. Bir-birinin düşüncəsi ilə tanış olurlar. Amma bizi elə qırmışdılar ki, demişlər bəlkə ağa Latin ilə biz yazsaq, Latin əlifbası ilə yazsaq, İngiliscəni düşündük məsələn. Nədir olar düşündük? O bir başqa dil, sən bir başqa dil. Sən Latincə yazmaqla qrafikanın, əlifbanın formatı, nəqşəsi, yazısı o sənə dil verməz ki. Sən məsələn deyək ki, Azərbaycanda Rus, o zaman ki deyirlər Rus Azərbaycanı, müstəqil Azərbaycanda məsələn Kiril ilə yazanda, əcəba onlar Rusu başarırdılarmı? Yəni türkü yazan məsələn eləyə bilirdi ki, təbii ki gərək gedə mədrəsədə Rus oxuya ki, eləyə bilə Ruscan oxuya. Yoxsa Rus əlifbası ilə yazmaqla Rus olmaq olmaz. İngilis ya Latin əlifba ilə yazmaqla İngilis danışanmazsınız, ya Latin danışanmazsınız. Amma nə oldu? Türkiyədə bir əlifba götürübdü, yazır. Türk dünyası onu baş tapır. Uyğur baş tapır oxusun, Tataristan baş tapır, nə bilim, Özbəkistan, Türkmənistan, Güney Azərbaycan, Quzey Azərbaycan, heç yer bir-birini baş tapır.
Onlar da yazanda Azərbaycanda yazır, Kuzey Azərbaycanda yazır, Azərbaycan Cumhuriyyətində yazır, Türkiyə baş tapır. Nə bilim Tataristanda, Türkmenistanda, Qəzzaqistanda, Qırğızistanda yazır. Türkiyədə, Azərbaycanda, İranda yaşayan türklər, bunlar baş tapırlar, Çinlər baş tapırlar. Çünki bizi bir-birimizdən qırmaq istəyiblər. Çox dərin siyasətdir. Əvvələn birdən-birə hamımız savadsız olduq. Fərq eləməz bizim dilimiz nə ilə yazılır, yazılsın. Mühüm budur ki, bu ərəbcə, ərəb əlifbası ilə yazılsın, rus əlifbası ilə yazılsın, latin əlifbası ilə yazılsın. Gəlsin özümüz bir ayrı əlifba düzəldək. Əlifba önəm daşımır ki. Amma bir millət tarixdə o zəxirəsinin kültürel ya fərhəngi, hətta bunu deməyək, nə kültürel deyim, nə şey, mədəniyyətin, təməddünün hamısını o dildə daşır və yazıda daşır. O zaman ki siz əlifbanı dəyişdirirsiniz və dəyişdirdilər Türkiyədə və o birisi məmləkətlərdə, geçəcəkdən biganə oldular. Geçəcək pis idi, yaxşı idi, önəm daşımır. Önəm budur ki, bilmədi ki, dədənənələrin təcrübəsi nə idi? 1000 il hakimiyyətimizin təcrübəsi nə idi? 1000 il dövlətçiliyimizin, ordumuzun, siyasətimizin, düşüncə insanlarımızın, filsuflarımızın, düşünürlərimizin təcrübəsi nə idi? Nə yazmışdılar o kitablarda, nə var idi? Niyə biz dalıya qaldıq? Çünki qırıldıq o geçəcəkdən, o kitablardan. O təcrübə bizə gəlmədi. Gəldik dedik, tazaşdan başlayaq. Çərxi qabaqcan ixtira eləmişdi dədələrimiz, yola salmışdılar. Ondan, məsələn, araba düzəltmişdilər, indi deyək at arabası. Daşqa deyirik Təbrizdə. Daşqa düzəltmişdilər, ondan gedirdilər. Hər hal o var idi. Sonra biz gəldik, Osmanlı yıxılandan sonra dedik ki, gəlin, bizim arabamız yoxdur ki. Çünki dədələrimizdən qırıldıq. Bilmirik ki, onların təcrübələrində, tarixlərində onlar hər şeyə bir araba düzəldiblər, bir daşqa düzəldiblər. Dedik ki, gəlin, Tazaşdan biz araba düzəldək. Tazaşdan bir maşın düzəldək, yola salaq. Tazaşdan getdik, bir əlifba götürdük. Əlifba ilə başladıq. İndi istirik insanlarımız savadlansın. Adamın 90 yaşı var. Dün necə ərəb əlifbası ilə yazırdı, oxurdu, danışırdı, deyirdi, gülürdü, kitab oxurdu, filan elirdi. Bu günləri də danışamır. Onlara qəribə oldu. Nə tazanı oxuyanmır, qabaqçı da qeyri-qanuni olubdu. Yəni, qabaqçı ərəb əlifbası ilə yazılan türkçəyə oxuya bilmir. Çünki qeyri-qanuni elam ediblər. Onu oxuyan mücazat olur. Taza əlifbanı da başarmır. Beləliklə, keçən nəsl savadsızlığa məhkum edildi. Yeni nəsli də gərək yavaş-yavaş savadsızdır. Yəni, yeni nəsli gərək taza əlifba ilə oxuya, öyrənə, gələ üstə. Beləliklə, bizim keçən yüzildə Türk dünyası neçə baxışdan geri qalmağa məhkum oldu. Məhkum edilildi. Xarici güclər, ziddi Türk güclər, xüsusən batılı, Məsihi dünyası bizi belə bir geri qalmağa məhkum elədi. Salam əziz və hörmətli dostlar. Yəni nə oldu? Dedim, bizə bir kimlik yazdılar. Kimliklərimiz bir-biri ilə fərq oldu. Türklüğü aradan götürdülər. O şey ki, bizi bağlırdı bir-birinə. Təsbihin bağı kimi ki, o dənələri bağlırdı bir-birinə. Türklük bizi bağlırdı bir-birinə. Amma onu aradan götürdülər. Hərəmizə bir ad qoydular, ya taza bir kimlik, ya hoviyyət verdilər. Identity. Sən Azərisən, sən Rus Azərisisən, sən İran Azərisisən, sən Türkmənsən, sən Qəşqaisən, sən yəni onlar Türk deyirlər. Türk deyirlər, onlar Qəşqaidir, o Türkməndir, o Qırğızdır, o Tatardır, bu Qəzzaqdır, o Uyğurdur, beləsi. Bir-birimizdən qırdılar. Sonra da əlifbamızı dəyişdirdilər. Əlifbamızı dəyişəndə bir-birimizdən danışamadıq. İki Türk, iki düşünür Türk. Baxın, sadə
bəqqaldan, çəqqaldan, əmələdən danışmıram. Düşünürlərdən danışıram, siyasilərdən danışıram, filsuflardan danışıram, alimlərdən danışıram, xocalardan danışıram. Bunlar bir-birlərindən danışa bilmədilər yazı ilə. Yəni Türkiyədə bir şey yazırdı, onu Güney Azərbaycanda oxuya bilmirdik. Güney Azərbaycanda bir şey yazırdı, Türkiyədə oxuyanmırdı. Türkiyədə bir şey yazılırdı, Türk dünyası oxuyanmırdı. Heç bir yerdə onu oxuyanmırdılar. Çünki əlifba fərqli olmuşdu. Birinə Kiril vermişlər, birinə Latin vermişlər, birinə falan. Bəhman necə torpaqlarımızı bölmüşdülər və bizə dövlətçilik bəzilərinə yaratmışdılar. Məsələn, Rusiya işğal eləyən, ya Sovyet işğal eləyən yerlərdə onlara bir dövlətçilik yaratmışdılar. Dövlətçi, yəni kiçik bir dövlət. Amma ona bir kimliklər də vermişdilər ki, o özünü də Türk dünyasından bilmirdi. Güney Azərbaycanda bizlərlə danışanda deyirdik ki, Türkiyəlilər ya Osmanlılar, da demirdik Türklər. Ya deyirdik ki, məsələn, Rus Azərbaycanı, Rus Azərisi. Heç bizim çoxumuz bilmirdik. Qırğızlar, Qəzzaqlar, Tatarlar, Türkmənlər, Türklər. Hər halda biz bu birinci. Ondan sonra da illər öncədən Şiə-Sünni davası salmışlar bizim aramızda. Axı biz tarixdə bir dinimiz olmayıb ki, Türklərin bir dini olmayıbdır. Bir iddə yerdən göydən bir şeylər tapıblar, ibadət ediblər. Bir iddə butpərəst olublar, tarix boyu, dədələrimiz. Allah rəhmət eləsin, qəni-qəni yerləri, ruhları şad olsun, əgər. Nə deyirlər? İnancınız olsa da olmasa da, mən belə inanıram, ona görə deyirəm. Yahudi olanlarımız var. Məsihi olanlarımız var. Müsəlman olanlarımız var. Budayı olanlarımız var. Konfüsiyusu qəbul edənlərimiz var və yüzlər dini qəbul edənlərimiz olub tarix boyu və indi də var. Amma hamımız türkük. Nə də birik? Baxın, dinlər bunlar bizə arizidir. Yəni baxın, mən bu günləri dünənlərə ağ paltar giymüşdüm, bu günləri ayrı paltar giymüşəm. Bu deyil ki, bu mənə yapışıb qalmayıb, bu mənim hüviyyətim deyil ki. Köynək və bu kravat və bu xot mənim hüviyyətim, kimliyim deyil, dostlar. Mənim kimliyim, mənim adımdır, düşüncəmdir, qanımdır, torpağımdır. Özüm özümü haralı bilirəm, nə bilirəm, odur mənim kimliyim. İndi bu var ki, gəlirlər beynimizi yuyurlar. Məsələn, mən özümü İranlı bilirəm. Məsələn, inşallah belə deyil. Heç birimiz özümüzü İranlı bilmirik. Nə olur? Bu mənim beynim yuyulubdur. İndi mənə əvəzin ki, deyəm, mən türkəm, mənim özüm bir millətim var, bir dövlətim var, ya dövlət qurmalıyam. Gəlirəm, deyirəm ki, mən İranlıyam. Mənim əsli dilim farsdır. Belə bir mərsılığa mübtəla edirlər məni. Bunu illər boyu bizə eləyiblər. Din də o cürdür, dostlar. Din də ona taydır. Deyir, bu olmasın, o olsun. Heç bir din və heç bir ideoloji iddia edə bilməz ki, ondan sonra hamısı səhvidir, iştibahdır, yalandır və əyri yoldur. Heç bir din və heç bir ideoloji bunu deyə bilməz. Hancısı bunu desə, bəllidir ki, onda bir xəta var. Amma bizi neynədilər? Bizi gətirdilər, bunları bizə qatdılar, Şiə-Sünni davası saldılar. Ondan sonra da torpaqları böldülər, torpaq davası saladı bilərlər. Hər halda, məsələn, indi birdən bir iddə insanlar, bir iddə hətta deyirəm, Güney Azərbaycanda, Türkmən səhrada, Qəşqaistanda bir iddə insanlar var ki, İran üçün gedib ölə bilərlər. Farsların mənafi üçün. Məsələn, bir zaman Farslar cəsarət edəyələr. Ya İran cəsarət edir, Azərbaycan Cumhuriyyətinə, Türkmənistan Cumhuriyyətinə, Türkiyə Cumhuriyyətinə hücum eləyə, bir iddə mümkündür ki, duralar gedələr onun üçün, İran üçün, türklərlə savaşalar. Belə bir
Mərisçılığı bizim beynimizə getirə bilərlər, yerləşdiriblər. Biz bundan qurtarmalıyıq dostlar. Biz din savaşı, məzhəb savaşı və o yalancı kimliklərdən qurtarmalıyıq və qeydib öz millətimizə qoşulmalıyıq. Bir millət olmalıyıq. Bunun bizə faydaları çoxdur. Bunun haqqında danışmışam mən. Uzun danışmışam. Nə deyirlər? Umaram ki, inşallah gələcəkdə də bunu danışaq. Hər halda mən əgər sizə istəyən bunu ərz edəyəm, dostlar, baxın. Amerikanın gücü niyə Amerikanın gücüdür? Niyə mürəffəhdilər? Əvvəl bu ki, torpaq çox yekədir. Amerikada torpaq çox yekədir. Onun üçün də o torpaqda adam yaşasın deyə dünyadan adam gətirirlər. Yəni yalvarır gətirir. Deyir ki, ağa, sənin savadın olsun, sən ingilisi bilginən, sənin bir təxəssüsün olsun. Deyir, yəni orada zəhmətlər, orada yetişginən, bara verəndə gəmənin torpağıma. Çünki mənfəəti mənə ver. Ora mənfəət da vermə. İnsanlar oradan durur, yetişir o torpaqda, zəhmət çəkir, durur, gəlir Amerikada çalışır. Ya yalvarır da, məsələn bilirsiniz, 150 minə yaxın ildə müftə latarisi vardı. Yəni quru çəkir, hər kəsin adından düşsə deyir, dur gəlcinən Amerikalı ol. Ağıllı adamları, savadlı adamları, pullu adamları, təcrübəli adamları, iş bilən adamları, bir də onların uşaqları olsa daha yaxşıdır. Çünki o uşaq dədəninə məsələn deyək ki, yetişib 30 yaşına, 28, 30, 40 yaşına yetişibdir. Bunlar da yavaş-yavaş qocalacaqlar, işdən çıxacaqlar bir 20-30 ilə sonra, 40 ilə sonra. Bunlar işdən çıxacaqlar, amma onların evlatları taza hələ indi yekəlirlər. Həm də ki, bunlar mümkündür vətənlərinə bir bağlılıqları ola, amma o uşaqların, nəvələrin bağlılığı qırılacaqdır, özlərini Amerikalı biləcəklər. İkinci, Amerika niyə bu cür sərvət tapıbdır? Yusuf bəy, əgər mən belə uzun danışıram ki, sizə zaman gəlsin, əgər mənim səsimi eşidirsiniz, burada bir salam yazsaz, mən sizi, gördüm, təşrif gətirmişsiniz. Əksiz də yoxdur, görürəm sizi. Mən burada gördüm sizi. Əgər səhv eləmirsəm, əski adınızla gəlmişsiniz. Amerikanın bir də 350 milyon cəmiyyəti var. Bunlar gündə hər nə ki alırlar. Salam aleyküm Yusuf bəy, xoş gördük, halınız, əhvalınız, necəsiz? Salam, hoş gördüm, çox sağ olun, təşəkkür edirəm. Buyurunuz. Təşəkkür edirəm, var olun. Mən icazənizlə bir-iki cümlə də deyim, qeyd axsığı tutmaqsa. Dostlar, Amerika o 350 milyon cəmiyyətdən gündə hərəsi, hər nə alırsa, fabrikalar olsun, gəmilər olsun, təyyarələr olsun, iş yerləri, hər nə olsun, tükan, bazar, siz yoxsa gedirsiniz, hər nə alırsınız, o aldığınız hər şeydə, məsələn, deyək ki, yap azı 7%, 8% sizdən vergi alır, maliyyət alır. Bu, ona böyük bir gücdür. Fikir edin ki, hərə gündə 10 dolar ona yap azı 10 dolar vergi verir. Yap azı, il başındakı maaşından, yəni aylığı, o gəliri nə qədərdir, o gəlirdən də maliyyət verir, vergi verir. Bu böyük bir güc olur. Sənət gücü olur, hər şey güc olur. Əgər türklər də yapışalar bir-birinə, əvvələn torpaqları Rusiyadan çox olur. Bugünkü Rusiya ki, dünyanın ən böyük məmləkətidir, ondan çox olur. Millət 300-350 milyona çata bilir və tamam xəzinələr, yeraltı xəzinələr bugün çoxdur, düşüncələr də çoxdur, cəsarət də çoxdur, iş gücü də çoxdur, bu məmləkət gedər qabağa. Hər halda, bunun üçün dostlar, biz Yusuf bəy Kor dostumuzla, Türkəmən dostumuzdur, Güney Türkəmən Cumhuriyyəti mən deyirəm bunlara, bilirsiniz dostlar. Mən İran demirəm, Güney Azərbaycan Türk Cumhuriyyəti, Türkəmən Cumhuriyyəti, Qəşqai Cumhuriyyəti deyirəm. Bunlar, Yusuf bəy də oradandır. Biz belə bir qərara gəldik ki, Yusuf bəy Türkəmən dilində bir tarix kitab yazılıbdır. Onu səfə-səfə başlayaq, oxuyaq
əvvəla biz o türk qulağımız bir-birimizin ləhcəmizə adət eləsin. Yəni türkəmən danışanda, qırğız danışanda bəzi adamlar deyirlər ki, bunlar məsələn türk deyil. Çünki bizə Təbrizdə, Tehranda öyrətdiyi türklər, bütün türk işi danışırıq küçə bazarda, bu türk deyil. Bu farsca bir şey danışırıq. Biz indi türkəmən dilini eşidəndə biraz dilin ləhcəsi fərqlidir. Qulağımız adət eləyəcək. Məsələn, 3-4 cələsə qulaq asandan sonra görəcəksiniz ki, mən bunu başlamıram. Ondan sonra da sözləri türkcə sözləri örgəşəcəyik. Bir kitab danışırıq burada dostumuzla. Yusuf bəy, buyurun bir salam əleyk eləyib, başlayaq kitab oxumağa. Sizin bilirəm, birazdan sonra işə gedəcəksiniz. Elə eləyək ki, işə getməkdə da şey olmasın, gec olmasın. Evet. Çok memnun. Ben dostlara, herkes ki bizi kulak asacaklar, bize bakacaklar, bizi maraklanacaklar, onlara salam arz ederim ve Mən də sağlığa salam arzu ərz ederim. edirəm. Bir daha salam ərz edirəm dostlar. Çox sağ olun. Buyurun, buyurun. Veli bu kitap hakkında biz biraz malumat vermek mecburiyetindeyiz. O kitap mesela geçen yüzyıl ve 19. yüzyıl, 20. yüzyılın başlarına yazılan, yani yaşayan bir insan yazmış. O zamanın savatlıları yani sen de nazarına al, bu adam 1908'de bu civarda mütevellit olmuş. Bu kitabı 1920'de 25'te bizim Türkmen Sahra İran ordusu, yani Reza Şah koşunu Türkmen Sahra'nı 3 divizyon, yani leşker bilen işgal etmiş. Yani umuman Birinci Dünya Savaşı'ndan sonra bizim bölgemizde bir hadise olur. O da budur ki Türkmenler mecbur kalırlar, Rusya'da ingılab olur, Bolşevikler hakimiyete gelir. Böyle düşünürler ki, şimdi biz İran hakimiyeti bilen savaşı bilmeyeceğiz. Çünkü bizim arkamız boş değil. Burada sınır çekildi, merz çekildi. Ve bizim hayrımıza budur ki şey değil, geleyle İran hükümeti bilen irtibata geçeyli Tehran bilen. Elbette bir kurultay olurur ve o kurultay neticesinde bu karara gelirler ve ondan Tehran bilen irtibat açırlar ve o zaman İran'la taze mesela meclis kanunu esası kabul edilmiş ve meclis şurayı milli değil İran'la halk vekilleri orada oturup kanun vaz etmeli, kanun tesvip etmeli. Herhalde bizimkiler derin bu mesele bilen tanış olurlar ve irtibata geçirler ve orada kabul edilirler ki Türkmenler de bu Encümen Eyaleti velayetinden faydalansınlar. Neticede Türkmenler de özlerine o mentekada yerli hakimiyet yaradırlar. Ben bunu demekten şey nedir? Bu rabıtada bunu yazan adamın ustadı ya meallemi o hareketin mesela aktifleri ve adı Ercevahun seyyatçıdır famili. O zaman elbette şinasname yokmuş, sonra familini seyyatçı etmişler. Ve bu onun şagirdi ve o buna o bizim bölgemizde olan hadiseler falanlar icap eder ki bir vagaya negar lazımdı. Ve bu vagaya negar olur onun teşkilatına. Bak, bu bir ruhani adamdı ve orada medresesi var ki talimatı dini vermek için. Talimatı dini için. Veli Rusya'da ingılab olanlar Rusya'dan kaçıp çıkarlar var. Mesela o zaman Rusya'da Birinci Dünya Savaşı'nda mesela Osmanlılar bilen savaşmış. Osmanlılardan tutan esirleri, efserler olsun, beylekli olsun, burada o yandan kaçıp gelirler bilen beraber gelirler Türkmen Sahra. Ve bula Türkmenlere değiller ki burada siz de gerek özünüze meselenizi zamana uygun etmelisiniz. Ne? Burada her şey değişecek. Mecmuan o meallemler iki o yandan kaçıp gelipler.
bilmedim efserleri ki kaçıp gelipler. Bunlar hamısı der mecmu tesir bırakırlar ve bu ruhani ki Türkmenle değil hadım, din hadımı Recep Ahun Seyyadi hazır olur ki o medresesini talimat-ı diniden çıkarsın. Bir tane medrese-i biname ulûm-i cedide, medrese-i ulûm-i cedidin adına onu tebdil edir medrese-i ulûm-i Acayip cedid. böyle bir ağıllı insan. Çok modern bir molleymiş yani. Bəli. Bu adam ki bu sonra tarih veren maraklanıp da başlayıp da tarih yazsın, onun mesela defterine falan bu meselede cüz ve aktifli olur ve vegayenegar olur da mesela her gün ne olup geçir o defterde yazır falan. Bu rabıtada tariha melenle maraklanır. Tarihten ne her ne eşitmişti, her ne duymuştu. Bunların edebiyatı farkıdır. Burada o zaman talimatı mesela ulûm-i cediden almağa da Reza Şah çok fırsat vermir. Bu vakadan sonra bilafasıla İran'a kudeta olur ve her şey geçir. Mesela o zaman bu ne diyorlar fermandı kullu kova olur da mesela bugün diyemizde hem de nüfus vezir olur. Yani hem devlet eline hem ertiş eline Bəli. Reza Pehlevi. Neticede bu başlıyor ki her mentekadaki bu encümene eyaleti velayetinden faydalanarak mahalli hakimiyet vardı. Diyor ki bunları biz yığıştırmalıyız. O ve gelirle en sonkusu gelirle Türkmenlerin başına ve bu mesele sebep olur savaş olsun falan olsun ve Xulasa macerası çoktu. Bu adam o zamandan bu Recep Ahun irtibata geçirir Reza Şah bilen. Diyor ki iki deste olurlu da. Bir deste Osman Ahun'u ola gidirle mukavemet etmeye ve kurultay olurla elan-ı cumhuriyet edirler. Yine Türkmen Sarayı'nın cumhuriyet olur. Bu bize hiçbir hak hukuk vermeyecek. Biz İran bilen kadimden irtibatımız yoktu. Bugün de yok. Biz 500 yıllık Şia Sünni davası olarak İran'la davadayız. Diğer indiki bize hiçbir hak vermiyorlar. Biz olmayacağız. Yani o grup gider özüne elan cumhuriyet edir. Devlet yaradır. Hangi ildə? 1924 yılda. Ha, tamam. 20. May bu takvim-i miladi bilen takvim-i Xorşidi ya Şemsi bilen 1303 30. Ordu-Behişt ayı. Ordu-Behişt ayının 30-cu günündə 1303-də Cumhuriyet kurulur Türkmen Səhrada. Cumhuriyet elanı Cumhuriyet henüz o yan tarafta bugünkü Cumhuriyet Türkmenistan var. Şurevi'nin içerisinden kaldı. Henüz o da yaranmamıştı. O 27. Oktober'da yaranır. Böyle bu İran'daki Cumhuriyet Türkmenistan 20. May 1924'te yaranır. Yani şekil tapır. O. Mesele budur ki ola savaşa geçirler. Sonra da bir yıl yarımdan sonra 3000 ordusu bilen soldatları ya askerleri bilen beraber Şurevi'ye sığınırlar. Bunlar ki savaşmayı doğru görmüyorlar. Deyirlər ki biz İran'ın içerisinde Azerbaycanlılar var, Kürtler var, Bölüşler var, Araplar var, Lorlar var. Buna bilen beraber biz hak talep etmeliyiz. Bu yola düşmeyi intikab edirlər, seçirlər. O maceradan geçelim. Ben bu adam ki bu kitabı yazıptı, bu ikinci gruha aitti. Onun şagirdidir. Recep Ahun'un şagirdidir. Ve o vazifeyi ki onun mesela defterine, onun teşkilatının çarçuğuna buna verilipti. Vagayi negariydi. Ve bu vagayi negariden geçer tarih negariye. Muntaha çün bunların edebiyatı, talimatı, dilleri falanları bu Ersiye Reza Şah gelenden sonra bu hamun yeniden o medreseler, Türkmen dilindeki medreseler hamısını
memnu elan eder Reza Şah. Yerine Farsi medreseler, Fars dilini təlim vermeli, Fars diline təlimat, amuzeş gitmeli. O vəziyyət başlanır. Ne zamandan? 1925 yılın mesela ikinci yarımından. Şimdi bu adam, benim meselem nedir? Bunu ne demek isterim? Bunun inşası, edebiyatı, bugünkü ne Türkmenlere tanıştı, ne başka birine. Ve onun için bizimle bugünkü ayaktaki Türkmen nesli de bu kitaptan okuyup faydalanabilmeli. Houslesi olmalı. Ya yorunur tez yorunur. Sizin de Türkmen'de indi Güney Türkmen Cumhuriyeti'nde de bizim Güney Azerbaycan'a tay. İnsanlar Fars'ı danışırlar da Türkmen, yoksa yani bizim Güney Azerbaycan, Təbrizdə, Ərdəbildə insanlar Fars'ı danışır çok, ta Türk'ü danışır. Yani cümlenin orada burada bir kəlməsi Türkçe olur, qalan hamısı Fars'dır. Türkmenlerde de belədir mi? Tabii İran'ın her yerinde böyledir. Çoğu İran'da tek dil mesela Fars dilidir. Herkes her ne mesela talimat görür, informasyon kesbeder, o dilden kesbedir. Yani medariste tahsil edenle tamam klaslarda o dille tahsil eder, o dille imtihan verir ve mesela o dil bilen tanış olur. Biz dilimiz Türk dilidir. Türk dil ailesinden ne, hanevadasından ne, familyasından ne. Yani ben sizden bunu soruşam ki, acaba Türkmen dili, indiki nəsil Türkmen dilin yaxşı bilmir, mədrəsədə oxumayıb, bu kitabı baş tapır, yoksa bu kitap biraz çok eski Türkmencədə yazıldığı için baş tapır? İkisi de rol ifade eder. Bu edebiyat bilen tanışlığı yoktu. Bir. İkinci, bu rivayeti yazmış. O rivayet de onun nesline ait rivayetti, danışmaktı, rivayette söylemekti. O bütün yapısı, yani sahtarı, struktur burada o zamanın kolur. Bu zamanki nesil o strukturla, bu cümle bendi bilen, bu şeyle hiçbir tanışlığı yoktu. Neticede yazmaktaki eksiklik, yani o zaman tarih özü bir ilim. Böyle tarih, o zaman tarih olur, her rivayet, her vaka onun iki cembesi, yani boğdu, sütunu. Birisi zaman ne zaman bu vaka olmuş, bu olay olmuş ve nerede olmuş, mekanı. Ve bu ikisi zaten bunun içinde yok. Bununki nesil meseleni sen hiç başa düşmür. Ne zaman olmuş? Bu kadar rivayet var. Bir kitap 100 sayfadan çok. Herhalde bunu sonra Sazman-ı İttilat Emniyet zamanı Cengi Dövüm-i Cihani'de 2. Dünya Savaşı'nda bu İngilizler, Amerika ile Ruslar da bu kitabı gelip bu adamdan elinden almışlar. Sonra vermişler böylesine. Ve onun oğulları diyorlar ki bunu sabah çok yerini el vurmuş. O. Kulasa bunu koymamışlar o zamanı Pehlevi bir çap olsun. Bu kitap gelmiş. Ne zaman çap olmuş? 1381'de. Yani Hatemi diyen reformist hakimiyet vardı. Prezident, reis cumhur olmuştu. Onun zamanına bir de Şuravi dağıldı falan etti. Bir ozahval değişti. Böyle bir fırsat oldu. Bu fırsatta bunu çap ettirmişler. Ve müteassıfane bunu hiç kim üstüne mesela Farsi diyemizde bazı negeri, yani kaytadan bakmak, tekrar bakmak bu şeye ve bunun eksiklerini, kemçiliklerini, noksallarını bertaraf etmek edilmemiş bugüne kadar. Ve ben son bu şeyle tanış oldum. Ben Şurevi'de 4 yıl İlimler Akademiyası'nda işledim. Ve bu eski metinle bilen, kadimi metinle bilen tanış olun falan ettim. Ben bunu rahat okuyabilirim ve düşünebilirim.
hem zamanı da özüm taparım, hem mekanı da özüm taparım. Çox gözəl. Yani ben okuyorum. Bizə bir fürsət verəcəkdir ki, həm türkmenlər, həm Azərbaycanlılar, həm də o birisi türklər, türk özlərini türk bilirlər. Bu tarixi sizdən öyrəşsinlər. Həm də ki, biraz o əski kitabları oxumaq çox önəmlidir məncə. Çünki orada biz bəzi kəlmələr ki, bu günləri fars işlədirik, adam bilər ki, bu şeydir. İcazə verin də buradan bir dəfə dostlara salam ərz edin. Dostlar, xoş gəldiniz. Hamınıza salam ərz edirəm. Xüsusən mənim bir sevdiyim bir insan burada görürəm. Qələkəndilidir. Çox xoş gəldin. Çox sevinirəm sizi burada görürəm. İftixarsınız. Çox sevirəm. Biz kitab oxuruq dostlar. Bugün bu ikinci cələsəmizdir ki, bu kitabı başlamışıq oxumağa. Sayın Yusuf bəy Koruna, türkmen dostumuzdur. Rusiyada dərs oxuyublar və bu tarixi kitabları oxumaq başarırlar. Bilirsiniz, İranda təhcə fars dilində dərs dedikləri üçün türkmenlər də Azərbaycanlılara tay, Kürdlərə tay, Bəluçlara tay, Ərəblərə tay farslaşıblar. Yəni farsı danışmaq onlara çox vaxt rahat gəlir. Farsı, türkü danışmaqdan, ya ərəb danışmaqdan, ya türkmen danışmaqdan. Amma bir də qədimi kitablarımızı öz dilimizdə qoymayıblar kitab yazılsın. Onlar da ki vardı, onları oxumağa qeydəndə təəccüb edirik ki, bunlar çox əcib yazılıblar. İnşallah Yusuf bəylə çalışacağıq ki, bu haqda türkmen kitabını oxuyaq, bu tarixi, türkmenlərin tarixi. Bunu oxuyaq, yazan Hacmolla Əbdülğəfur Ahəngəridir. Bu kitabı oxuyaq. Üç baxışdan bu kitaba baxacaq dostlar. Birinci baxış bu Hacmolla Əbdülğəfur Ahəngəri özü yazdığıdır. Onu oxuyacağıq. İkincisi Yusuf bəy öz düşüncələrin, anlayışın o kitabdan deyəcək. Üçüncüsü mənim baxışım olacaqdır. Onun üçün siz burada əslində 3 dana baxışı hadisələrə görə, Türk danışmağa görə, tariximizə görə görəcəksiniz. Yusuf bəy buyurun. Bu adam gelmiş bizim bir tarihi ne Türkmenlerin belki bütün Türk halkların bir tarihi İslamiyet'ten sonra bir büyük bir meselesi vardır. O bizim başımıza çok belalar getirmiş. Yani çok zararlar vurmuş. O da mesele bizim dilimizin Arap diline uygun olmamasıdır. Arap yazısının. Yazısı hem dili. Arap diline 6 tane şey var. Sesle sizde sesli değiller. Ne değiller? Bizde ve Türkmence'de çekimli sesle değiller. Bəli. Çünkü mesela A çekimli sesli. Sen A her ne kadar çekebilirsin. Bəli. O böyle Farsi'de gelirle değiller, Bası'da, Bisı'da mesela bir Arapçadan tercüme edirlər, bir məni şeydir. Bunların hamısı sıdadır, hamısı sesdir. Muhtemelen o ses biri vardı, sen çekebilirsin, A'dı, O'du, U'du, istediğin kadar çekebilirsin. Böyle D çekebilmezsin, D çekebilmezsin. Ben bunu dostlara görsədim. Dostlar, bakın, o zaman deyirlər bir seda, baxın, lal, mesela benim dinməsəm, bakın, bir saniye bakın. Bir seda. Yani burada ses yoktur. Ama o zamanca ağızdan çıxır, mesela X, S, L, M, bu səsdir. Ama indi burada çəkimli səs dedikləri dostumuz, yani mesela A, indi mesela diyorsun, ne kadar çəkir, ama X'ı çəkəmirsiniz. R çəkəmirsiniz. Yani o bunu istəyirlər. Buyurun. Bu ne? Bence çekimli ses ve çekimsiz ses bu bizde 9 tane çekimli ses vardı. Hem Azerbaycanlılarda hem Türkmenlerde ve hem bütün Oğuz Tebar Türklerde. Onları diyebilirsiniz ki dostlarımız burada eşitsinler. Adların hiç olmasa diyebilsek. A'dı, O'du. Bak ben evvel çekimlileri diyeyim. 9 tane çekimli ikiye bölünür. Taksim olur. Birisi kalın çekimlidir ve ince çekimlidir. İnce çekimli 5 tane de kalın çekimli 4 tane de. A'dı, O'du, U'du ve O'ydu.
Farsi'de bunlara deyirlər bəm. Bəli. Qalanlar deyirlər zir. Bizdə deyirlər bəm yerinə qalın çəkimli, zir yerinə incə çəkimli. Hı hı. Hop. A, O, U, I oldu 4 tane. 4 Şimdi dənə. gelir ince çekimlilere. Hop. Biri E'di, biri E'di, biri Y'di, I. Yani o ince Y'de. Bəli. Ondan sonra Ö. Ö, Ü ve Ö'di. Ö kıymek, Ökçe, Farsi paşne değiller. Mesela Ö bilen gelir de. Ökünmek, peşeyman olmak, ökünç, peşeyman. Mesela neyine? Ö, Ü, üzüm, yüzüm, Ü. Burada sesli harf var. Şimdi bu herkes bunu bilse Tarivan Türkü dilinin yazmasının, okumasının %70'ini bilecektir. Doğrudur. Doğrudur. Ha. Yani bu 9 harfinden ne diyebilirsin? Türkünün doğrudur. Ha. Doğrudur. İkinci bilmeli nokta budur ki her boğunla bir çekimli vardır. Bak şu ben parmağım doğru mu? Bəli. Parmağımda 3 parça, 3 bölük var. 1, 2, 3. Buna Türkmen o boğun diyor. Ne? Kelimeyi sese gelemizde her kelimede mümkünde bir boğun olsun, mümkünde 2 boğun olsun, mümkünde 3 boğun olsun. Kelimeler Doğru. Farsça küçük bəxş böyük. deyirlər buna. Dostlar onu bilsinler. Ha. Bir silap deyirlər. Bir silap, silap deyirlər. Şimdi Türkü dille her silapta yani her boğunla bir tane hatta ağal çekimli lazımdı. Mesela sen bahara biz deriz yaz. Bəli. Şimdi burada bir Y var, ahırında Z var, ortada bir çekimli var A. A. Yaz. Yaz olur. Yaz bahar olur. Doğru mu? Doğru. Ve bir boğunlu. Bir silaptı. Bəli. Şimdi sen bu ben ehemmiyetini demek isterim. Ki çekimli sesin ne kadar rolü var, nakşı vardı. Hı. A'nı biraz uzun çeksen yaz olur. Ağzı kısa çeksen yaz desen ne olur? Yani Yazı beneviz olur. Farsça'da. Yazı olur. Ha yaz. Beneviz. Bak mani düğünden değişir. Başka bir mani verir. Yani bu gösterir ki bir Türkü dili bilmek için, öğrenmek için esas bilmeli şeyin bu çekimli sestir. 9 tane çekimli sesi. Bu yüzden İslamiyet gelenden sonra bizim atababalarımız devlet yaratmışlar. Büyük büyük imparatorluk, Selçuk imparatorluğu, Gaznevi imparatorluğu. Hamısı mecbur kalmışlar Farsi şey estirler. Dilden istifade etsinler. Ne için? Çünkü Arap dili ki gelip de Araplar Müslüman edip de bunlar Arap'ın ne hatını okuyabiliyorlar, ne şeyine duyabiliyorlar, sesini tanıyabilmiyorlar, anlayabilmiyorlar. O zaman ilmi, fonetik yani avaşnası, ses şinası, hop, ses öğrenmek ilmine Ses değiller, bilimi. Bəli. Ses bilimi. bilimi, ilmi fonetikti de. O zaman yokmuş. Ve insanlar bilmiyor, başa düşmüyorlar ki bu sesin yani Fars'ta sesin ya Arap'ta sesin çok ehemmiyeti yok. Veli bizde her şey ses bellidir. Ve bunu anlayan o dili rahat istifade edebilir. Hiç emlada da gir etmiyor. Ve doğru okumakta da hiçbir müşkül tapmıyor. Sen 9 sene çekimlerini öğrendin. Bir de kelimeler bir boğullu mu, iki boğullu mu? Bunu teşhis verdiğin zaman sen her şeyi rahat bu kaidanın üstünden bu malumatı ki kesbettin, informasyon, bilimi ki kesbettin, onun üstünden doğru da yazabilirsin, doğru da okuyabilirsin. Ancak bizim dilimizde
bu Farsi'de diyorlar ki hemahengi esbat. Birinci Harmoni. defa Sözlerin, harmoni. seslerin harmonisi. Seslerin harmonik gelmesi. Ya Bizde musiki yayısı, musikinin birbirine cür gelmesi. musiki demek o seslerin denagramlı olmalıdır. Yani vezni beraber olsa birbiri bilen gelebilse o hemaheng olabilir ve yakımlı ve yokumlu olabilir. Hop. Ve yoksa biz bu Farsça değil de kuş karaş. Mesela azar veren bir ses olacaktı. Olup çıkacaktı. Bunu birinci defa bir efseri Suudi müteveccih olmuş. Macerasını diyeyim mi? Buyurun, buyurun. Kısa diyeyim. Buyurun. 18. yüzyılda Ruslar müteveccih olurlar ki Rusya devlet yaratmışlar. Bunun hiçbir suya, hiçbir denize çıkmağı yeri yoktu. O zaman bunlar böyle karara gelirler ki burada Suudiler var. Bugün St. Petersburg diyorlar, kadim Leningrad diyordular. Diyelim bunlar gidelim bunlarla savaşayla orasını alayla biz suya orada yolumuz olsun. Suudiler ile 18. yüzyılda Rusların arasında savaş çıkar. Bu bir efser Suudi bu Rusların esiri olur. Ruslar bunu gönderirler Yakutistan'a. Orada Türkler, Yakut Türkleri yaşıyor. Bu adam bir aileden ki aga, Roşen aileden bunu çok uşaklıktan kilası musikiye göndermişler. Bu diyor ki ben orada bunların musikisi bilen, bunların dilleri bilen tanış olayım. Onların dilleri mutaledir. Ben. Buyurun. Yakut dilini, o Türkçe dil. Bu hayret kalır. Bunu diyor ihtimalen bir yaratmış bu dili. Yani bu tabii bir dil değil. Ne için? Bakar görür ki bununla kalın çekimli var, ince çekimli var. Bu sesle harmonik gelir. Hayret kalır. Bunu diyor ki bunu bir yaratmış, biri düzmek lazımdı bunu. Bunu tabii olamaz tabiatte böyle bir şey. Böyle bir tedric yavaş yavaş malumatın çoxarda dilşinaslıqda, dil bilimine ve müteveccih olur ki bu dilin öz karakteri belədir, hasiyeti belədir. Ve bu kanuni bizim dilimizde keşfedir. Ki bu dille bir tane kanun var, o da hemahengi, seslerin hemahenk gelmeye, harmonik gelmeyi. Yani sen bir kalın çekimli olsa birinci boğunla, birinci bəxşdə, silapda o sonuna kadar kalın gelecek. Eğer ince olursa sonuna kadar ince gelecektir. Bu harmonini bu teşhis verir. Ve birinci defa onun adı da Arne'dir. Bu efserin adı. Bu unvanı mesela ilmi zabanşinaside dil öğreniş, dil bilimi ilimine onun adına sept olunmuş. Böyle bu kaidanı bu Türk diline dikkat etmiş, bakmış, anlamış ve bu dille böyle bir karakter varlığını o mektup edip çıkarmış ki bu dil böyle bir hasiyeti vardı. Şimdi ondan da geçelim. Bizim bu Rıza Şah gelenden sonraki adları Farsı eləməyə başladılar. Yəni xüsusən şöhrətləri. Orada bu qaydəni vurdular bir-birinə, farslaşdırdılar türkünü. Məsələn, deyir ki, Bakuyi, Bakılı, o Bakılıdır, Bakılı. Amma bu Bakuyi deyir. Ya məsələn, çox, yəni, mən baxırdım bəzi adlar, hətta dostlarımızın sicillisində var. Mən bəzən bunları türkçə yazmağa çalışıram. Yazanda değişilir. Mesela benim adım Farsi'de kalın çekim yoktu. Ama ince çekimli. Altı tane şey vardı. Çekimli ses vardı. Mesela sesli harf değildi de. Onların hiçbiri kalın yoktu onların dillerinde. Neticede o A gelir de o kade-i hemahengi bilen
Qalanın hamısı qalın gəlməlidir. Doğru. Bəli, onlarda yoxdur. Onlarda yoxdur, başarmırlar, li deyirlər. Doğru. L deymənlər. L deyilməzlər. Hər halda bu adam ki bu kitabı yazmış, birinci meseleyi ki mətrah etmiş, yazmış Türk xatına, yazığına bağlı sözler. Yani biz Türkmen xatı, Türkmen yazması necədir, onu açıklamağa çalışmış etmiş. Başlayanlar. Hı hı. Hop. Bu 11. səhifədə hop. Burada diğer Arap əlifbası bilen Türkmen dilini, lügatını öz ləhcəsi bilen doğru düşümlü yazıp bolmayar. Son bir neçə harfler, hareketler Arap alfabesinde yok. Lakin Latin alfabesinde var ve eğer Latin xatı işlense hem Arap alfabesini bilmek biz Türkmen Müslümanlarına lazım ve vaciptir. Son dini bilmeli zatlarımız yani Kelamullah Mecid ve hadis-i şerifler, salavat, dualar, kullisi Arap kelamı ve Arap lehcesi bilendir. Arap alfabesinde bolmadık harfler, harekatlar Latin harflerinde vardır. Latin'de olan harfler aşağıda yazılandır. Ben bu aşağıda bunları Latin alfabetten faydalanır göstermek için. Yani bu adam o mektebe o zaman ki mesela Rusya'da inqilab olandan sonra oradan kaçıp gelirler. Buradan Ulûm-i Cedide adına mektep açırlar. Mektebe Ulûm-i Cedide o diniler tebdil edirlər mektebe. Özü bir inqilab fərhəngidir da. Bəli. Kultural inqilab. Bəli. Düşüncə inqilabı. Dersen Fərhəngiden geçir. Yani çok düşünce səviyyəsində bir hareketli. Ha. Bu adam o zaman belli oluyor ki oradan gelenler bunları anlatmışlar bunlara ki bu fakat bu Latin alfabesi bilen bunlar göstermek olur. Arap alfabesi bilen olmuyor. Eyni Arap'ta... halda bunu da diyeyim, eyni halda ki bu adam molladır, təəssübü var. Yəni normalda biz belə baxırıq ki, bir molla gərək ərəb əlifbasından, ərəb dilindən, Qurandan, hədisdən, salam, səlavatdan, duadan difa eləyəcək. Amma yox, onu mənim dilimdə demək olar, niyə deyir? Amma çox tərəfsiz durur, baxır, deyir ki, yox, ərəb dili mənim türkcəmi eləyə bilmir. Təəssübsüz baxır. Yəni çox gözəl bir baxış var. Eyni halda dedim bir molladan çox təəccüb eləməli bir davranış. Buyurun. Ondan sonra da Arap resmül hat deyirlər də. Bu yazı deyir ha. Arap yazısında, Arap resmül hatında bu çekimli sesleri yani harfi basıda yazmak günahdır. Onun için kesre fethe zemmeden istifade edilir. Orada eğer biri gelse, onu ses yaratsa, harf yaratsa, yani o namer'ini mer'i eyler. Ve tabiattaki namer'ini mer'i eylemek, yani hılgatın, yaranışın kadasından çıkmaktı. Ve Allah'a karşı durmaktı. Onun cezayı, onun uğubeti var. Yani ahir zamanla o senin faulun hatan hesap olacak. Bak, belli bu bunları teveccüh etmiyor. Gider öz işini görür. Burada gelir Latinceden onları, o sesleri göstermeye telaş eder. Yani diline ehemmiyet verir. Kardeşim 1500 yıllı biz bu Arap alfabetinden, bu kelamullah'dan falandan bedbahtlık çektik de son her şey gerekti ona uygun olmalıdır. Ona adapte olmalıdır. İslamiyet'te odur da dini bakışta, görüşte. Ve neticede fərqini düşünürəm. Düşüncəmi də bayaq dedim. Sizdən öncə deyirdim, bilmirəm eşitdiniz ya yox. Əlifba bir zərfidir. Yəni fərq eləməz indi Kiril olsun, Latin olsun, Ərəbcə olsun, Japonca olsun, Çincə olsun. O əlifbanın şəkli, o yazısı, yazı formatı o bir gəmidir. Evet. O dili daşıyan bir gəmidir. Yəni biz o əlifbanı yazırıq, əlifba özü önəm daşımır. O əlifba ilə yazılan sözün anlamı nədir bizdə? O önəmlidir. Evet. Amma
Biz məsələn türklər eləyə bilərik ki, dilimizə təbii ki, öz qrafikamızı, yəni öz məsələn mən zindanda olanda bir əlifba tərrahlıq edirdim. Bir gün bir zindani gəldi dedi ki, mənə bir əlifba de ki, düzəlt ki, məndən fəqət xanımın başına bax, ayrıdan baş tapmasın. Mən bunları zindanda qaşıq çəngələ baxıb, onlardan bir əlifba düzəltdim ki, bunlar ər-arvad ikisi bunu danışsınlar. Onun üstündə zindanda mənə apardılar Basuya ki, sən burada bir sistem yola salırsan ki, bunu biz baş tapmayaq falan bəhman. İstəyirəm deyəm ki, yəni bizim o əlifbanı biz özümüz düzəltməyə məcburuq. Yəni lazım olsa, mən lazımdır da, ayrı dillərin əlifbası hər halda o da demirəm olmaz. Amma biz ərəb əlifbasından eləyə bilirik ki, öz əlifbamızı keçək ya öz əlifbamızı da düzəldək. Hər halda buyurun, buyurun. Hala bu adam gelmiş bu mesela bu Türkmen dilinin yazısının üzerine bunu zaruri görmüş ki bu mevzunu mətrah etsin. Çok güzel. Düşünce səthiyədə çox Ha, önemli. bu kitap Türkmence yazmış da adam başka dil bilmir ki o zaman. O. Ve neticede mecbur kalmış ki bu tevzihatı versin bir yarım səhifədə. Türkmen xatına yazığına yazı yani resmül xat bağlı sözler. Onu merbut istilah burada bir açıklama vermiş yarım səhifədə ki muntaha bu açıklamada tek bu çekimli sesler yani hurufu basıda üzerinde durmuş ve onları açıklamış. Yani bu bizim dilimizde çok ehemmiyetli, tayin edici bir şeydi. Yani her bir şeyi bunun üstünden biz doğru yazı bilmeli, doğru okuyabilmeli. Doğru. Hər halda Bir bu səfəni oxuyun elə, lütfən bu səfəni oxuyun. 11-ci səfədir. Bunu əvvəl biraz bu dilimizə görə çox gözəl yerdən başladınız. Biraz dilimizə görə, səsinə görə, düşünməsinə görə. Sonra da buyurun, buyurun. Yani bu adam belə unvan vermiş Türkmen xatına, yazığına, xat ve yazı. Bağlı yani merbut sözler. Arap alfabesi bilen Türkmen dilini, lügatını, öz lehçesi bilen doğru, düşümlü, yani kabul eder. Yazıp olmuyor. Yani yazmak olmuyor. Arap alfabet bilen yazmak olmuyor diyor. Yani okursan onu bak burada bu dedim ki beyan etmek zaafı var bu beyan şeyde tevzihatında. Ve bunu eğer doğru demek istese bak kelime ve Arap alfabesi bilen bir kelimenin yazanına Türkçe'de haleti tesvir tapır. Yani bir tesvir, bir X gibi bir şey, bir foto gibi. Doğru. Fleksif yani Arapçada seyyal değiller. Kelime hareket edemez. Kelime hareket etmediği zaman senin düşüncen zayıf olur. Bak biz nice olmuş ki 1500 yıl içerisinde İslamiyet gelen zamandan 1500 yıl geçmiş. Doğru mu? Bu zamanın içerisinde bu bedbahtlığa gir etmişik. Bu müşküle. Bizim dilimiz Arap dilinden hiçbir uygunluğu yok. Ve Türkler'de hiç zaman Arap'ı da görmemişler. Veli Farslı Arap bilen beraber yaşayırlar. Payitaht-ı Sasani'yle hardadır? Tisfun'dadır. Tisfun, Decle Fırat'ın birisinin onun yakın şeyinde kenarındadır. Orada hem Arap yaşar hem Fars yaşayır. Yani o Sasani Farsı. Onunla 6 tane çekimlisi var sesinle, dilinle. Onunla 6 tane. Aynısı her şey benzer birbirine. Birbirine veren yaşamışlar. Ferhenginden haberleri var. Dilinden haberleri var. Seslerini, her şeyini duyabiliyorlar. Ve şimdi geliyorlar Türkistan'a, Arap ordu, İslam ordusu, koşunu. Orasını işgal ediyor. Bizimkiler ne Arap'ı görmüş, ne sesini eşitmiş. O Veli Fars'ın sesini eşitmiş. Fars'ın kültürünü bütün orada beraber yaşıyor olabilen. Komşu olarak yaşıyor. Neticede o Fars'tan soruşur da sen ki Müslümansın bulabilensin, bu ne demek istiyor? O da Fars'ta ne?
şeydir, neticede o fakat Farsçada duyabilir meseleni. Mən Şimdi Farsçada da başka bəzi yeni bir hərflər nokta. vardı. Ha, Şeyim 14-15 hərf var ki, ərəbdə vardı. Farslılar onu başarmazlar. Nə eşitməklərində ve, da müşkülləri var, deməklərində da müşkülləri var. Məsələn, iki cürə T var. Bir dəstəli T var, bir şey T var. Onlar onun fərqini bilməzlər. Z 4 cürə də əgər fikir eləmirsən, bunlar Farsda fəqət R Z başararlar. Ondan sonra dal Z-di, dəstəli Z-di, o birisi Z, indi onu nə cür Z deyim, o da bilmirəm ki. şimdi O Z. bak, mesele budur ki, şimdi mesela biz Einstein'ı görmemiş. Doğru mu? Sana bir aks getirirler. Sana değiller ki bu Einstein'lı. O fizikten nemene de falan teorisi, teori nispiyeti keşfetmiş falan böyle bir şeyler. Sen o aksi her yerde görsen ona ne dersin? Einstein dersin. Arap alfabesi bilen Türkmenceni, Azerbaycanca, Türkçeni yazanına sen o çekimli seslerden öğrenmedik olsan, bilimin yok olsa kelime sana ne çıkar? Tasvir olur. Ben ikinci klasta tamam edemle benim atam, büyük babam bana dedi ki bizim milli şairimiz var Maktumoğlu, bunun şiirlerini sen okumalısın. Dedim okuyor. Getirdi, okuyabilmedim Türkmenceni. Dedi o zaman ben okuyorum, sen bunları öğren dedi. Ben mecbur kaldım, her kelimenin nice okulur onu hepsetmek mecburiyetine kaldım. Nice ki bu Einstein'ın her yerde aksini görenle ben buna dirdim Einstein, kelimeyle de o cür olurdu bana. Halet tasvir tapırdı. Bu kelimeni mesela bir cür yazıpla ki ben okuyumla başka bir şey olur. O büyük babam, büyük atam okuyordu. Dirdi ki bu köngüldü mesela. Sen bunu köngül oku. Ben onu hepsedirdim, köngül okumalıyım. Ha? Der netice bu benim beynimde bir fleksi, bir seyyal halet vermir. Yusuf Bey, sizin neçə yaşınız var? 75. Məndən yaşlısınız bəs. Mən deyirdim ki, məndən cavansınız. Deyirdim ki, mən dərs oxuyanda, mədrəsəyə gedəndə farsça ki, oxuyacaqdıq mədrəsədə. Orada da ə, e qoyurdular kəlmənin üstünə. Evet. Biz o cür oxurduq. Yəni əvvəl farsçanı oxuyanda məsələn deyirdik ki, ədəb, ədəb o cürsə oxurduq. Evet. Ki səsləri bilaq. Yəni o səsləri fars əlifbasında da görsətmir. Fars əlifbasında gizlidir, ərəb əlifbası kimi. Ərəb əlifbası əlbəttə məsələn müqəddəs kitabları yazanda ərəblər o səsləri qoyurlar üstünə. Ə, o, i, ə, o, e. Bunları qoyurlar səslərin üstünə qoyurlar, yazı şəklində qoyurlar ki, insanlar doğru oxusunlar. Bizim Farsçada da belə, amma sonra siz deyən olur. Yəni o hər dəfə ki o Einstein'in əksini görəndə sizin yadınıza gəlir, həman kəlmələri də o cür görürsünüz. Onun üçün də hətta məsələn indi bəzi dostlar bu sosial mediada qoyurlar əksləri. Deyir ki, siz beyniniz adət eləyibdir. Kəlmənin əvvəlinin axirini oxursunuz, vəsətdə qələt yazılıb görmürsünüz. Düz deyirlər. Niyə? Çünki siz buyuran düzdür. Biz əksə adət eləmişik. Biz o kəlməni görəndə əksi görürük. O əksi görəndə deyirik, bunun qələti də olsa görmür gözümüz. Yəni onun içində məsələn yazırlar mifəhməndin içinə məsələn fəhm gəlir, f gəlir məsələn deyək ortaya. Əvəzin ki midən sonra gəlsin, gəlir ortaya məsələn. Amma bizim gözümüz onu görəndə fori qeytərir, o əksə qeytərir. Orijinal əksə qeytərir. O orijinal əksə qeytəndə biz o kəlməni düz oxuruq. Bu sizin doğrudur fərmayışınız. Buyurun. Bu Reza Şah zamanına Fars dilinde Ferhengistan-ı Zebani Edebi Farsi yaratmışlar. O zaman demişler ki biz bunu halledelim. Yani metrah olmuş. Sonra değiller ki biz bunu halletsek o zaman Türkler faydalanacaklar. Değiller bunu kabul etmeyeli. Hemen tarihini Arapçanın zor bilen bunlara verelim. Bak
Şimdi 21. yüzyılda hele de bu işi görüldü. Ola mesela Yahya yazanla aynı Araplar kimi sonuna Y koyurlar. Bəli. Veli hazır değil onu elif eylesinler. Lütfen yazar elif koyar sonuna. O Bəli, bunun bəli. sonunun nun de. Nun yazmır. Yani henüz yazmada Farsi müstakil olmamış. O millet ki ya dil yazısı vabesse be Arabiydi başkaladı, o millet hiç zaman zamana uygun olmayacak. Olabilir. O kabiliyet tapmıyor. Yəni əslində istəyirsiniz buyurasınız ki, insan ki iki şeyin arasında qaldı. Nə o oldu, nə bu. O sərgərdan qalır. Heyran qalır. Bilmir neynəsin. Yəni düşüncəsi bir tərəfdədir yaz, dili bir ayrı tərəfdə. Yəni yazısı. O qalır ikisinin arasında heç vaxt eləyə bilmir hərəkət eləsin. Çünki balansı qura Mesele budur bilmir. ki sen bir zamanla yaşıyorsun ki her şey ilmi olmalıdır. İlmin çarşıvına gelmedik bir şey senin moruda kabulün olmamalıdır. Kardeşim sen bu zaman 21. yüzyılda teşhis vermelisin. Arap başka bir dilli, Fars başka bir dilli. Sen niye buna bağlayarsın ahi? Buna tabi edersin onu. Henüz de onu ruhaniler, mollalar, din hadımları hazır olmamışlar. Bu çekimli sesleri izafe etsinler. Hamun 4 tane çekimsiz ses. Disida boğulu özleri. 4 tane izafe etmişler. Fars yazısına. Veli sesli harfleri boğulu özleri harfi basıdanı izafe etmirler. Sen elifbayı Farsi diğer sana verir. Tedadı olur 32 tane. Diğer Arapça 28'di. 4 tane izafe etmişik. Sen kardeşim 4-5 tane de sen onun şeyi de izafe et de. Musavvetleri de izafe et de. Etmiyor. Çünkü onu etse o zaman bu Kur'an'ı olmuyor. Diyor ki bizim yazdığımız gerek Kur'an'ı olmalıdır. Tabi Kur'an olmalı. Bu Kur'an adından istifadedir. Dervaga Arabize ileri. Veli eleki yalandan diyor Kur'an. Kur'an mani mefhumu manisi vardır. Sen onun manisini derk etmesen Kur'an sana fayda getirmez. O düşünce de sen onun manisini derk etmelisin. Böyle de bu ahmakane davranmak, gayri ilmi davranmak hem özlerine zarar verir hem bizlere. 21. yüzyılda bula henüz başarmırlar. Kardeşim 6 tane sen dilinden sesli harf var. Öz dilin gibi harf basıda var. O u'du koş da u yazırsın u. Koş o alifbanın esersine. Koşmur, koymur. Niye? Ondan tebeyyet etmeli. Güya İslamiyet budur. Neresi İslamiyet'ti bunun? Temagat İslamiyet olur mu? Nə özü ola bilir, nə o birisi ola bilir. Vəsətdə avara qalır. Avara kalır. Orada yüz binlerce insan terbiyeler muallemedir. Milyon para harcıyor, sermaye koyuyor. Öz meselesini talim verir. Her kelime galat yazırsan gerek 20 defa cerimen var yazmalısın. Mesela büzür sana şey edir. Öyle değil mi? Böyle başkalarına ne zarar verir? O aslen hoşuna gider bu zarar vermekten. Kardeşim sen o senin memleketin insanı değil. Sen ona zarar vermekten bu normal bir şey değil. Öz hemvatanına zarar vermekten. Şimdi olsun Türkmen, olsun Azerbaycan, olsun bilmedim Lor, Kürt, Türkler. Şimdi Irak'ta o mentığa var iklimi Kurdistan diye. Bəli. Orada özleri yazı çıkarmışlar. O özleri şey etmişler, bu silah bir reform geçirmişler. Böyle İran'da henüz bilerek bu işi görmürler. Yəni
indi biz o Əraqdakı türk Ermənilərin bu reformun, yazı reformu, Yok, Irak'taki e, Türkmenler değil. Irak'taki Kürtler. Kürtlər. Irak'taki Türkmenler hamısı yapışıpla Türkiye'nin şeyine, alfabetine, Latin alfabeti. O Arapçanı öğrenmek mecburiyetindedirler. Ola Arap dilini öğrenirler. O eşkali yoktu. Ve sen o Farsçanı Arap dilinin kaidesi bilen vabesi edersin. Resmül hattını şive-i negariş diyorlar Farsı'da. Bu bir gayri ilmi iş, bir ahmakane işti. Bu zamana uygun değil. Özleri diyorlar, bir ruz var etmişim. Bir ruz burada olmuyorlar. Update olmuyorlar. Doğru. Bilerek yani Sizin dervağa Sizin Əmdən etmək vaxtınızı az alırıq. Hı. O səfənizi oxusaq eləyə bilək ki, bu səfəni, yəni bu 11-ci səfəni, 11-ci səfəni oxusaq eləyə bilək bunu bu gün qutaraq ki, gələn dəfiyə bəlkə inşallah. Şimdi bak bu meseleni burada bundan ezafe bizim üstünde danışamızda mevzu əvəz olur. Mevzu tarih olmur. Aha. Yox, tarix olmasın, önəm daşımır. Biz dediyim kimi bu kitabı oxuyanda əvvələn kitab oxuruq. Dostlarımız bir kitab oxumağa bilərlər ki, kitab oxumaq özü çox önəmlidir. Bir də məsələn sizin də burada mən məsələn dedik Türkmen xatına, yazıyına məsələn mən bunu məsələn bu cür eşitməmişdim. Bağlı məsələn buna birdən siz mərbut deyəndə yadıma bu o bağlı. Çox gözəl işlədir. Yəni bu çox gözəl kəlmədir. Biz hər bir mətni oxuyanda sadəcə fikrini almırıq. Orada olan sözləri alırıq. O türkü sözlər ki, unutmuşuq yerinə ərəbcə, farsça işlədirik ha. Onlar yadımıza düşür ki, okey, bunu mən dəyişməliyəm, mən bunu oxumalıyam. Ona görə istəyirəm deyəm ki, kitabı biz oxusaq, o kəlmələr bir-bir gələr. Hətta mən sizdən soruşaram, məsələn, bu kəlmə nədir? O bahis olar ki, mən özüm, dostlarımız da bəlkə o sözlüyü örgəşərik. Bundan bak bu mevzudan qabaq Türkmen hattına yazığına bağlı sözlerden önce Türkmenlerin İslam dinini kabul etmezden burunu, yani onun qabağı hattı yazığı var arada. O mevzunu tozih vermiş bu unvanla. Mən istərdim ki, bu kitab özünün bir seyri var. Əvvəl Nəcadından başlanır. Yəni 3-cü səfədə siz mənə göndərdiniz fehrisdə baxıram. Nəcad bəyanında. Nəcadın bəyanında başlayır. Mən elə fikir edirəm ki, gərək kitabı biz elə o seyr ilə başlayaq. Oradan gələk yavaş-yavaş bu cüsü gedək o seyri. Amma indi siz bütün bu Türkmen xəttinin yazımına bağlı sözlərdən qeydli şeyə Türkmenlərin İslam dini qəbul etməzdən burunqi xətti yazılır. Xat yazı, ondan qabaqı deməkdir də burun. O burunqi. Məsələn, mən burunqi bilmirdim nədir. Yəni, indi siz dediniz ki, öncəki, qabaqçı. Bu mənə, yəni, baxın, bunlar bizim, mən bayaq dedim ha, bizim o qulaqlarımız bir-birimizin dilimizə adət eləməyib, eşitməmişik. Buna da o kitabı oxumaq bizə köməklik edəcək ki, biz Türkmənin ləhcəsində tanışaq. Yəni sizin ləhcəsini də orada oxuyacaqsınız, onunla da tanışacaq. Əsli məsələ nədir? Əsli məsələ budur ki, şiəlik, sünnülük davası ilə bizlə Türkmənləri ayırıblar. Sonra da bu Batı istimarlar gəliblər. O elə mən fikirəm ki, sünnülüğü şiəliğin davasında batılılar salıblar. İspaniyalılar, Portugallılar salıblar. Mən belə düşünürəm. Cənkay Səlibi Xaç savaşlarından başlayır da bu məsələ. Mən onu ərz edirəm, bəli. Mən fikirəm ki, şiə sünni davasını onlar salıblar. İndi də bu keçən 200 ildə də
torpaqlarımızı işgal ediblər, çoxlu savaşlar salıblar. O cümlədən elə ediblər ki, heç kəs özünü türk bilmir. Məsələn, biz Azərbaycana deyirdik, Azərbaycan Cumhuriyyətinə deyirdik Rus Azərbaycanı, İrandakına da İran Azərbaycanı, onlara deyirdik Türkiyə, ona deyirdik Qırğız, ona deyirdik Türkiyəmən, ona deyirdik Tatar, ona deyirdik Üzbək, ona deyirdik Uyğur, amma heç birisine demirik Türk. Türk deyəndə hamısı ağılır. Mən də oluram, o da olur, o da olur, o da olur, hamımız Türk oluruq. Onun için bizim anlamızda bir iş salıblar ki, mesela bizle Türkçemen iki millet kimi görünür. O halda ki siz geçen hafta buyurdunuz, Təbriz Türkçemenlerin payitaxtı olubdu. Nedir olabilir ki, Təbriz Türkçemenlerin payitaxtı olub. Ama bu günləri Şiə olmağına baxmayaraq, Türkçemenleri başarmaya, bilmeye, danışmaya ve onları Türk bilmeye ya onlarla yakın olmaya. Elbette ki, indi Azərbaycanda neçə ildir Türkçemenlere çok büyük bir məhəbbət var. Çok büyük üzr istəməklər var. Yəni mən rəsmən özüm İnsafəli Hidayət olaraq Günas TV-də dəfələrcə demişəm, biz Türkçemen qardaşlarımıza zülm eləmişik tarixdə. Yəni bunu biz qəbul eləməliyik. Düşman bigane bir düşman, bir bigane memuli de değil. Qardaş qardaşa zülm edibdir. Bu bir ondan qeyitməli yox. Ondan qeyitmək üçün bir-birimizin dilimizi, ləhcəmizi tanımalıyıq, tariximizi tanımalıyıq, düşüncəmizi tanımalıyıq ki, eləyə bilək. Məsələn, mən inanıram, mən özüm indi şəxsən cənabınız bəyəxlarda məşrutə hərəkatından sonra birinci Cumhuriyet kurmuşsunuz siz orada. Bəli, İranın çarşovunda birinci Cumhuriyeti Türkmenler kurdular. Tamam, yani mesela biz bunu bilmiyoruz. Mesela bizim de mollalarımız var. Mesela bizim Rüşdiye var. Rüşdiye'nin dedesi bir Ayetullah'tı. Hasan Rüşdiye'nin dedesi bir Ayetullah'tı. Oğlun istir göndersin Necef'te ders okusun, pul yığır, oğlun gönderir Necef'e. O bir gün, şimdi bu Ayetullah'ın tükanda, bazarda tükanı var. Təbriz bazarında bir tükanı var. Tükanında oturubdu, buna bir tağa parça getirirler. Bir top parça getirirler. Yani ehtimalen tükanı parça tükanıdır. Parça alır satır. Kətandan filandan, ipəkdən zatdan alır satır. Buna bir parça getirirler. Açır, arası görür, arasında bir gazet var. İstanbul'da çap olubdu. Ərəb əlifbasında bir dərci var. Açır bu dərcini, oxuyur. Görür ki, burada yazıb deyib, Türk İslam dünyasında, o zaman Osmanlıdır, Osmanlıda bir də mədrəsələr var ki, bunlar xarici dildə, Fransa dilində fulanda taza məktəbləri öyrədirlər. Bunu oxuyur, özdə Ayetullahdır. Gedir evə, deyir, oğlum, səni mən hazır edirdim ki, məsələn, bir aydan sonra dəviyə minəsən, gedəsən Məcəfdə molla olasan. Ama mən bu günləri bu gazeti oxudum, gördüm taza bir şey çıxıbdı. Taza bir məktəblər çıxıbdı. O məktəblərdə insanlara taza təlim tərbiyyət verirlər ki, bizim mollaları bunları bilmirlər. Gəsən, səni mən göndərim, get Lübnanda dərs oxu. Adamı göndərirlər, gedir Lübnanda, bugünkü Fransa dediyimiz məmləkətin mədrəsəsi var, orada təlimi tərbiyyət oxur. Oxumur, gedir orada təlim tərbiyyət oxuyur. Məsələn, o zamanın lisansını alır. Lisansı nədir? Uşaqların təlim tərbiyyəti. Gəlir Təbrizə, deyir ki, mən burada mədrəsə tutacağam. O zaman da dövlət mədrəsə yoxdur. Dövlət mədrəsə olmadığı üçün hər kəsən öz mədrəsəsini açır. Bir ev kirayə edir, ya bir ev alır, orada misləndəl qoyur, ya deyir ki, Ruznamə, mən bunu özüm Agəhisini oxumuşam Ruznamədə. Agəhisini oxumuşam. Ruznamədə agəhi veribdir ki, uşaqlarınıza 3 ayda yazıb oxumaq öyrədəcəyəm. Məsələn, 5 qrana. 5 qran alır, 3 ay dərs verir bir uşağa. Deyir ki, 5 qrana alacağım, 3 aydan sonra uşaqlarınız yazıb oxuya bilməsə, 5 qranınızı qeydirəcəyəm. 3 aydan sonra dədənələrin hamısı gəlirlər mədrəsəyə, o mədrəsəyə. Mədrəsədə nə deyək, bu
imtahan alır uşaqlar, dədənələr də oradadır, mollalar da oradadır, şəhrin bilimci Ha. adamlar da oradadır. İmtahan alır, uşaqlar qəbul olurlar. Adamlar görürlər ki, ola mən 40 ildir gedirəm Əbcəd mədrəsəsinə, Əlif Zəbər Əb Zər B oxuram. Hələ başarmıram mən yazıb oxumağı. Bu adam 3 aya gedir, uşağı öyrətdi. Sonra mollalar şuriş edirlər bunun mədrəsəsinin əleyhinə, tüfənglə gəlirlər, vururlar, yandırırlar. Sonralar bu kızları, bunun iki kızı olur özünün, Rüşdiye'nin. Kızlarının başın maşınla vurur tükün, saçların vurur. Hı. Bunları oğlan edir. Kulaklarına sırğa salmışmış. Kulaklarına sırğa. Bu sırğaları çıkardır. Adların onların kızların mesela bilmirəm adları nədir. İndi zehnimdə deyil. Oxumuşam bunu. Ama kızların adı kız adıdır. Deyir ki, sizi aparacağım mədrəsəyə oğlan. Məsələn deyirəm, mən ad qoyuram. Sənin adın Səmiddir, sənin adın məsələn Nasirdir. Sən bundan bu üzə qulağım soruşdular, niyə dəlikdir? Demə mən qızam, qulağıma sırğa salmışlar. Denəm məriz idi, onu dəliblər. İnsanlar belə dərs oxuyur. Baxın, belə aydın insanlar varmış ki, o çətinliklərdə, yəni çətinlik hesab edin. Güllə ilə vururlar, yandırırlar mədrəsəni, qız dərs oxumaq haramdır, mədrəsəyə getmək haramdır. Saatı görürəm, bilirəm, görsədirsiniz ki, vaxt qurtarır, tamam. İcazə verseniz ben bu 4 satır var ki buyurun. İslamdan qabaq Türkmenlerin xətti nə mənədir? O burada yazmış da İslamı kabul etmezden burunlu xat yazığı, Türkmenlerin xat yazığı. Burada yazmış ki Türkmenlerin İslamdan burunlu hattı yazığı hattı Uyguru. Orhundur. Uygur xəttində yazırmışlar. Ha, bir ki hattı Uyguru ve o birisi de Orhun hattıdır. O hattı Uyguru İslam'dan sonra bir az məmuldu. Moğolistan'la Orhun derresinde ve Türkistan-ı Şərqidə Sırnısı derresinde ve başka yerlerinde hafriyatçı ve yer gazıp asar-ı kadime aktararlar. Hatta Uyguru, Urguni ve menguş edilen zatları taptılar. Şoların, yani onlarınla bazısının tarihi 6. 7. ve bir neçesinin tarihi 8. 9. qarınğa yetişir. Qarın həmin 100 yıllıdır. Qərnidir, bəli. Ha, bir o zamanın xattılarıdır. Hər halda bu İslamiyyətdən öndə Türkmenler hangi xattan, hangi yazıdan faydalanmış, onunla tarixini söylemiş burada. Yani o rabıtada da bir informasyon, yani bilgi vermiş. İndi bəlli oldu ki, Türkmenler, biz de Türkmenlerden gəlirik əslində. Üçünü Azərbaycanlılar. Oğuz sonra da Oğuz tabardı. Oğuz. Bəli. İki de İslamdan önce iki xəttimiz varmış. Biri Uygur əlifbası, Uygurlar yazdığı. İkincisi ne oldu? Orhun. Orhun əlifbası. Orhun derresinde tapılmış öyle yazırdı. Şarkı Türkistan'la. İndi Şərqi Türkistanda geçen hafta dedik da ki, Türkistan 3 yere bölünür. Siz onu geçen hafta bir izah elədiniz ki, 3 yere bölünür. Şərqi Türkistan olur Çin'e tərəfki. Çağatay bölgesidir. Bəli. O zaman kadimki ismi Çağatay bölgesi diyor. Bəli. Çağatay bölgesi. Evet. Ondan bir yana geçir Orta Asya, Türkistan'ı Garbi yolunda. Buyurun. Herhalde bak sen şimdi Tebriz'in bazarı dedin. Tebriz'in tarihte birinci bazarını Türkmenler yaratmışlar. Bayandır Türkmenleri Tebriz'de hakimiyet ettiği zaman Uzun Hasan adına Sultan Hasan var. Bu Sultan Hasan iki iş ettirmiş. Birisi Kur'an'ı Türkçe'ye çevirtmiş, tercüme ettirmiş. İkincisi Tebriz'de
başkent o zaman paytaxt. Orada bazar düzeltmiş. Birinci bazar Təbrizdə bu Bayandırlar, Bayandır Türkmenleridir. Onun o zaman sultanın adı Sultan Esenlille ve Farsi'de ona Uzun Həsənlille. Bu Uzun Həsən indi bu Quranı Türkçəyə tərcümə elətdirdi. O mövcuddur, var mıdır? Vardır. Ben o yan bir yandan çok eşittim. Hem ki o birinci dəfə o kitabı Kur'an'ı Türkçe'ye o çevirtiyordu. Mən onu axtarıb tapsam çox yaxşı olar. Yəni Tapabilirsin. bizim bir Niye tapmazsın yani? O tarihte kitaplarda var ya, tarihi kitaplarda bunu bu unvanı bir tarihi vakıa olarak yazmışlar. Şimdi bazı arşivler var dünyada, oradan buradan tapmak olur yani. bizim bir dostumuz Belki var. Bizim bir dostumuz var. Təbrizdə olur. İndi bilmirəm adını deyim ya demeyeyim. Soruşaram özündən icazə versə deyərəm. O bir onlayn kitabxana açıbdı türklər üçün. O orada çox yazı kitablar qoyubdu. Amma bir ayrı dostumuz, ondan mən soruşaram bu günləri. Bir ayrı dostumuz Telegramda bir kanal açıbdı. Türklərin əl yazı kitabları ora qoyur. Download çok yaşlı. rahatdır. Yəni onu indirib özün ya çap elə ya telefonunda qalsın. Mən ora baxaram. Bəlkə onda o Quran olar. O da olsa, yəni onu da oxumaq çox yaxşı olar. İşte adam o Quranı, çünki Quran özü çox əcib bir kitabdır. Bu kitabı indi Allah tərəfindən də deyil, onu danışmırıq. Amma özü çox əcib bir kitabdır. Və bunun içində çoxlu calib düşüncələr var. Bu düşüncələri Türkçədə kəlmələr bunları göstərir ya yox, bu çox önəmlidir. Yəni biz bu dilimizin gücün orada görə bilərik. Bu bizə çox şey olar. Mən bunu axtarıram, görüm eləyə bilsəm bu Uzun Həsən yazdığı o padişahımızın tərcümə elətdirdiyi Biz Sultan Həsən deyirik. Həsən hamon biz Ərəbçə deyimiz də, öz ləhcəmiz bilən Sultan Həsən deyirik də. Əvvəli Farsi ədəbiyyatında Uzun Həsən yazılırdı. Biz Uzun Həsən deyirlər, bəli. Mən o cür şey yadımda saxlamışam. Farsidən almışdılar da onu. Bəli. Doğru. Təşəkkür edirəm. Sizin işə getmək vaxtınızdır. Buyurun. İnşallah yenə də bərabər danışarıq. Vaxtınız olanda, vaxtımız ikimizin də cür gələndə gəldik kitab oxuyarıq. Çox yaxşı. Canın sağ olsun. Gününüz gecəsi xeyrə qalsın. Hər kəsə sağlıq dilərim. Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Sizi Allaha tapşırdım. Sağ olun. Əziz və hörmətli dostlar, çox təşəkkür edirəm ki, gəldiniz, durdunuz, baxdınız. Salam, hörmətlərinizi gördük. Bizim salam, hörmətlərimizi qəbul edin. Mən və qonağım. Siz buyurun, siz təşrif aparın. Siz işiniz vardı, işinizdən qalmayın. Mən biraz danışacağam. Sözü uzundur mənim sözüm. Mən və qonağım sizə hörmətsizlik eləmək üçün deyil. İnanın, sözlər kəsiləndə salamlarınızı görürəm, hörmətlərinizi görürəm, baxıram burada bacılarımız, qardaşlarımız, sevdiyimiz insanlar hamısı təşrif gətirirlər, ədəblərin, mərifətlərin, ərkanların göstərirlər. Biz onlara cavab vermək məcburiyyətindəyik, amma hər dəfə ki biz qeydaq bularaq beynimiz oradan qeydirik sözümüzdən, bir də qeydməliyik. Onun üçün bağışlarsınız, sözü kəsmək istəmirik. Nə bir əvvəldə, bir ortada, bir də sonda salamlarınıza cavab versək, çox bizi bağışlarsınız, əfv edərsiniz, umaram. Dostlar, yenə bir daha deyim sözümüzün sonunda. Bizi bir dana dünyada strateji götürüblər. Hükümətlər strateji götürüblər. Deyiblər ki, insanları böl, kiçik-kiçik elə, onlara problem yarar, hər kəsənin başı özünə qatışsın. Beləliklə nə olar? Onları rahat idarə eləyə bilərsən. Çox qolayca onları idarə eləyə bilərsən. Onlar sənin qarşında dura bilməzlər. Çünki hər kəsənin başı bir özünə qarışıqdır, ikinci o birisi ilə müxalifdir. O birisinin düşməndir, o birisinin ilgisi yoxdur, əlaqəsi yoxdur. Milli mənfəətləri bir-biri ilə bağlı kimi görsənmir. Beləliklə biz türkləri keçən 250 ildə xüsusilə bir-birimizdən həm ayrıblar, bölüblər, həm də başımızı özümüzün içimizdə qatıblar bir-birimizə. Elə olubdur ki, məsələn, eşidəndə ki,
Təbriz Şah İsmail'dan öncə Türkəməndir və Türkəmən və Sünnidir. Təbrizin adamları, Azərbaycanın adamları Şah İsmail'e gedər. Şah İsmail'in ikinci dədəsi, yəni öz dədəsi, nənəsi, doğan nənəsi yox, dədə nənəsi yox. Ondan bir dana üstluq dədəsi Sünnidir. Və bunlar bir din değiştiriblər, bir məzhəb değiştiriblər, din deməyək. Məzhəb değiştiriblər, İslamın içində bir məzhəb değiştiriblər. Şiə olublar. Bu şiə farslardan gəlib. Hardan gəlib bu? Dostların biri bir kitab yazıbdı. Mən sevdiyim bir dostumuzdur, hörmət qoyduğum bir dostumuzdur. Orada deyir ki, bu Şah İsmail uşaqlığında dədəsi öldürüləndən sonra qaçırılıb, gedibdi Ceylan'da, Təbəristanda. Orada bu təlim, tərbiyyət alıbdı, farsca alıbdı. Ceylanlardan bilmirəm indi mən bu nə qədər doğru ola bilər ya yox. Mən o əndazədə savadım tarixdə yoxdur. Ki gələn belə bir şey deyəm, hə doğrudur, yalandır. Onu deyə bilmirəm. Amma orada deyir ki, bu fars dilində alıbdı və çünki onlar Təbərilər, Təbəristan dövləti quran, orada bir kiçik dövlət var imiş. İran dövləti olmayıbdı, Təbəristan dövləti olubdu. Samanilər deyirlər, nə deyirlər. O Samanilər dövründə bunlar güya bir farsca bir orada dil varmış. Orada o farscada onlar şieymişlər. Bizim Şah İsmail da gedir orada tərbiyyət alır, 13 sinnetin orada geçerlir. İndi bilməm 3 yaşından, 2 yaşından, 5 yaşından aparırlar orada. Və onun mürəbbiləri fars olur və şiə olur. Onun üçün bu da şiə olur. Bunun dədəsi şiə olur məsələ. Yəni belə bir sistem. İndi bilmirəm, yəni dedim biraz tarixdə burada şey var. Şah İsmail gedib burada fars bölümündə qalıb, bunun dədəsi nədir şiə olub? Ya babası Cüneyd nədir məsələn şiə olubdu, ya Cüneyd nə bilim Sünnidir, nədir onun balası şiə olubdu. Hər halda bizim bir tariximiz var şiə olmağa. Biz şiə deyildik. Nedir ki, müsəlman deyildik. Bir tariximiz var müsəlman olmağa. Hər şeyin bir tarixi var. Bir başlanış vardı. O başlanışı var. O başlanış bizi birbirimizə düşmən eləməməlidir. Düşmənlər bizi bölüblər. Şiə Sünni deyə bizi türkləri bir-birindən ayırıblar. Biz bunun qabağında durmalıyıq. İndi o, məsələn, bir zaman var idi, biz din ilə eləyə bilər, bir-birimizin canına salırlar. Biz indi o əsri keçməliyik. Biz indi o çağda yaşamalıyıq ki, deyək, mən internetdə nə yazıram, nə danışıram, dünyanın hər yerindən otağa adamlar gəlir, az çox önəm daşımır. Amma gəlir, burada bir danışırıq, məni eşidirlər, görürlər, yazıram, oxuyurlar. Bu çox önəmlidir ki, biz bunları diqqət eləyək, əziz və hörmətli dostlar. Bizim nəslimiz bunları ayırmalıdır, görməlidir, bilməlidir və düşmənin torundan çıxmalıdır. Bunun üçün mən dostumuzdan, qonağımızdan, hörmətli Yusuf Kordan xahiş elədim, eləyəcəyəm da. Gəlsinlər bu kitabı bərabər oxuyaq. Bu kitabın neçə faydası var? Bir bölgə tarix oxuyacaq. Bu bir məsələdir. Bilmədiyimiz tarixi, Pəhləvilər yazdığı tarixi, Şiələr yazdığı tarixin bir tərsəsini də eşidək, qulağımız eşitsin. Adamlar deyəndə ki, məsələn, mən yadımda uşaqlıqda, cavanlıqda birdən famililərlə, cavanlarla, taytüşlərimlə danışanda deyirdik ki, mən müsəlman olmuşam, təhqiq eləmişəm, müsəlman olmuşam. Nədir təhqiq eləmişəm? Getmişsən 4 dana mollanın kitabını oxumusan, ki, şiədilər. Sonra demişsən ki, o deyir ki, Məsihiyyət belədir, mən Məsihi olmuram. Nə bilim, Yahudiyyət belədir. Tamam, o özün, heç kəs özü aşına tuş deməyəcəkdir ki, sən ondan olmaz təhqiq. Təhqiq budur ki, sən Məsihinin özünün yazan bir Məsihi ki, müsəlmanı tərcümə eləməyibdir, əl aparmayıbdır, təhrif eləməyibdir, yalan soxmayıb o kitabın içinə, onun adına öz sözlərini deməyibdir. Gedirsən, oradan oxuyursun, görəsən ki, o nə deyir? Məsələn, mən tazalıqlarda bunlardan birinin videosunu gördüm ki, Qurana çoxlu işgalçıqadır bir Məsihi molla. Ki, məsələn, Quran təhrif olubdur. Qulaq asın, mən də bunu düşünmüşdüm. Amma bu adam
Açıq televizyonda deyir ki, belədir. Yəni sən ondan sonra taza bilirsən ki, o, bəs ayrı adamlar da düşünə bilir. Mollalar gedirlər hər nə özlərinə, ya hər kəs. Yəni İranlılar məsələn dünyadan kitab tərcümə edirlər. Adam oxuyanda deyir bəlkə hamı İranlılar kimi düşünür, görür dünyanı. Belə deyil. Bu kitab bizə bir tarixi öyrədəcək, biraz fərqli tarix eşidəcəyik. Sünni yazdığı tarix, danışdığı tarix. Ondan sonra bizim dostumuzun düşüncələri var. Gördünüz bu günləri əlifba haqqında çox gözəl danışdı. Mənə də bir gözəl fikir verdi. Yəni mən buradan qalırdım ki, niyə məsələn farslar ya biz türklər niyə inkişaf etmirik? Niyə tövsəyə etmirik? İndi birdən-birə Yusuf bəylə danışanda gördüm ki, bizim bir əlifba varımızdır. Bir də düşüncəmiz vardı. Əlifba bir ayrı düşüncənin simvollarıdır. Bizim düşüncə bir ayrı düşüncənin. Yəni biz istirik düşüncəmiz bu yekəlikdadır. Soxaq bir dana istikana. O haldakı bir qablamadır. Bu qablama yekəlikdə bir düşüncəni istəyəsən soxasan, istikanda görsə desən, bu aradan gedər. Bu istikan, bu yəni özün bunu gərək vura burasın, ora soxaq. Və ora soxandan sonra da o şey eləməz, o mənanı verməz, o düşüncəni verməz. Çünki də bundan bu yüzden o adamlar götürdüyü bu istikan. Haldakı bu qaplamaydı. Qablama qədərdir. Biz ona görə fikrimizi geniş bir fikir dar bir yere soksan olmaz. Nəticə vermez. Mesela bu mənə bir fikir verdi ki biz iki dana şeyin ortasında asılı qalmışıq. Bərzəx deyirlər ha. Nə behişti, nə cəhənnəmdir. Biz nə behişti yox, nə cəhənnəmdik. Ortada qalmışıq. Nə buna gedə bilirik, nə buna. Yəni tövsəə eləyə bilməz bu fikir. Fikir gərək özünün əbzarı da ola, özünün vəsiləti də, aləti də ola, özünün simvolları da ola, onunla özünü ifadə eləyə gedə qabağa. Yəni biz əgər istəyək ki, məsələn, bir beləsi deyil. Əgər istəyək biz bir dana erkək adamı, kişini qadın nəqşində çəkək, çəkəndən sonra heç kəs o deməyəcək o erkəkdir, hamı deyəcək o qadındır, o bir xanımdır. Xanım əksidir çünki. Siz istəyəsiniz bir xanımın gözəlliğin bir kişi kimi çəkəsiniz, o da kişidir, erkək şeydir, xanım deyil. Onun gözəlliği gəldi, bu kişi oldu da bu heç buna baxan deməz ki, o xanımdır. Yəni bu kişidir. Biz eləyə bilmərik düşüncəmizi beləsi görsədək. Umarım ki, eləyə bilək. Bu kitab bizə ən azından 3 dənə nəzər verəcəkdir. Ortada görürsünüz, mən də bir tarixlərdən bildiyim nağıllardan deyirəm. Dostumuz da bildiği tarixdən ortaya qoyur. Ortada həm tarix olacaqdır, həm düşüncə, mollanın, yazan molladır. Onun düşüncəsi var. Baxın, o da məzhəbi baxır eyni halda. Bunu yadınızdan çıxartmayın. Yazarın bir siyasi və dini düşüncəsi var. Onu yazısına istər-istəməz soxacaq. Yəni tərəfsiz yazı görməsiniz dostlar. Hər kəs deyir, mən tərəfsizəm, yalan deyir. Hər adamın bir düşüncəsi var. Hər nə mənə ki yazır, o düşüncəsini tökür o yazıya. O tarixə, o dinə, o siyasətə, o iqtisada, hər şeyi onu tökəcək. İmkansızdır bunu tökməyə. Əvvəl bunu yazan bir molladır, bunu bilək. İkinci bir, o tarixdə bir roşənfikir, ziyalı düşünürdü. Üçüncüsü bir cumhuriyyətçiymiş. Cumhuriyyətçidir o məqtədə. Rıza Şah hələ bəlkə burada bilmir cumhuriyyət nədir. O sonra gəldi bu fikrin dalısıca. Çünki gedir də oranı dağıdır, axı o cumhuriyyəti də Rıza Şah dağıdır. Sonra özü də gəldi, deyir, mən sizə cumhuriyyət quram. Hətta mənə belə gəlir ki, yox, onu bilmirəm, onu gərək baxam, sonra deyirəm. İkincisi nədir? İkincisi bizim Yusuf Kor dostumuzda, Almanda yaşır. Alman düşüncəsi ilə, Şiə düşüncəsi ilə, Sünni düşüncəsi ilə tanışlığı var. Onun düşüncələri də siyasi, iqtisadi, bilmirəm ki, çağında ehtimalən solçuluqda olmuş olar, olmuş olmaz, orasını da bilmirəm. Amma o olmuş ola bilər. Ehtimal verirəm ki, Rusiyada dərs oxuduğu üçün, ehtimalən də kommunisti dövrəsində, sosialisti dövrəsində dərs oxuduğu üçün, onun düşüncələrində onun da rəngi ola bilər. Bəs burada da bir o tür bir düşüncə ortaya çıxa bilər. Bəlkə sekular ola bilər, sekular düşüncəsi gələ bilər. İrancı ola bilər.
Türkmenistancı ola bilər, cumhuriyyətçi ola bilər. Sən, yəni düşüncəsi nə olursa, istəmirəm deyəm ki, odur. O da bu təfsirlərində özünü göstərəcək. Mən də burada varam. Mən də bir Güney Azərbaycançı, istiqlalçı, siyasi, biraz dinçi, biraz dinsiz, biraz ortada sekularçı, böyle bir şeylə bir məcun. Buradan fikirlər də ortaya çıxacaqdır, düşüncələr ortaya çıxacaqdır. Eyni halda dostlar, bu kitab biraz qədimi ola bilər. Amma bizim nəzərimizdə qədimi, çünki biz türkçəni başarmırıq. Biz çox kəlmələri farsça deyirik, o qədər işlənib mədrəsədə, radioda, televizyonda eşitmişdik ki, deyirik, türk budur. O deyil ki, o farscadır ya ərəbcədir. Biz burada indi Türkmen ləhcəsində bəzi dostlarımız ağız deyirlər. Türkmen ağzında Türkçe sözləri eşidəcəyik. Bu bizə də deyəcək ki, tamam, biz bunu məsələn şeydə də işlədirik. Azərbaycan Türkçəsində də işlədirik. Biz yavaş-yavaş bu zehnimizdə o tarixi xəzinə ki, bizim ailələrimizdə yığılmışdı, o da bizim, o kəlmələr bizim zehnimizdə dirican tapacaqdır. Çünki bəzi dostlar inanırlar ki, düşüncələr, kəlmələr, sözlər, bunu bir Türkiye'də mən bir alim gördüm bu son zamanlarda. Bir xanımı hipnotizm edir, böyük bir cəlsənin içində. Ona deyir ki, sən Korəcə danışacaqsan, Korə dilində. O xanım Türkçəni zorla danışır məncə. Amma başlır Korəcə danışır xanım. Bu adam Türkçe soruşur, xanım onu Korəcə deyir. Və özü də təəccüb edir, özü də baxır bura ki, mən Korəni nə cür bilirəm, məsələn, bu ağzımdan hardan çıxır? O ustad deyir ki, insanların zehnində, beynində dil anlamı var. Amma onu üstündə xalvarlar torpaq yatıbdır, toz yatıbdır. O tozu, xalvarlar tozu siləndən sonra o parlayıb çıxacaqdır. Mən bunu çox xoşum gəldi. Bu ustada yazdım ki, ağa bu çox gözəl bir şeydir, bunu nə cür öyrədə bilərsiniz, Bəhman. Əslində 2500 dolar istədi, 8 saat bir konferans olacaq, o 16 saat, 2 gün. O 16 saatte 2500 dolar pul istədi. Məncə ərzişi var. Yəni, əlbəttə, konferansda öyrəşmə olmaz. Yəni, konferansda bunu aça bilməz mənim üstümdə. Amma məsələn, mənim üstümdə vaqən, məsələn, şəxsi olaraq geçsə, bir saatda desə ki, tamam, mən bir saatda səni elə eləyəcəm ki, bu dillər sənin beynində açılsın. Sən Türkcə məncə konuş, Gəzdascanı da baştab, Uyğurcanı da baştab, Çincəni də baştab, Japoncanı da baştab, Korəcəni də baştab. Ya danış şeylə, mən bunu 2500 nədir ki? Mən buna 25.000 dolar verirəm. Yəni, get burzada düşərəm, bunu öyrəşərəm. Çünki dünyanın ən böyük, hər halda, İslam bunu deyəm ki, bu dostumuz deyir ki, salam aleyküm, aleyküm salam. Bu dostumuz deyir ki, beynimizdə, bizim bu beyin hücrələrimizdə, sellullarımızda bu dil və dillər, insan yarattığı dillər bizim beynimizdə var. Kafidir siz bunun üstünü açasınız. Bir teoridir. Bir dana da orada deyirəm, video var. Mən indi bilmirəm ki, o xanım bəlkə də, məsələn, təbliğat üçün gəlib. Yəni, Korə başarır, amma təbliğat üçün gəlib. Doğru, qoyublar ki, insanlar məsələn gəlinə pul versin. Mən orasını danışmıram. Mən o ustadımıza da bu cəsarəti eləmirəm. Amma istəyirəm deyəm ki, belə bir teori var. Bizim de beynimizdə Türkcəmiz var. İstəyirəm bunu deyəm. Sizin beyninizdə, mənim beynimizdə, dədənənəmizin beynində o Türkçə ki, 100 il bundan qabaq danışır, var. Mən məsələn eşitməmişəm, eşitdiyim qədər. Birdən məsələn, bəzi şeylə biz evdə danışırıq, yoldaşlarla danışırıq. Yadıma düşür, mənim Allah rəhmət eləsin bir Gürnüsə nənəm var idi, o bunu deyərdi. Mənim Mehdi babam, Mehdi Qulu babam bunu deyərdi. Mənim dədəm adı Ümməlidir. Bilmirəm niyə o cür deyirlər. Sonra İsməli qoyublar. İsməli dədəm məsələn dedikləri kəlmələr zehnimdə. Amma biz
indi getmiş o mədrəsəyə, radio, televizyon, yazı, filan kitab, oxu, nağıl, karton, televizyon, sinema, bunlar bizim zihnimizi farslaşdırıbdır. Onların üstünə, o türklərin üstünə toz oturubdur. Biz o tozu silib, bu kitabların köməkliyi ilə o tozu silib şey yapacaq. Mən dostlar o kitabxana dedim online, onu taparam. Gələn həftəyə inşallah onun adı tovuz.com.info-dur. Belə bir adres var. Tovuz yazsanız gələcəkdir. Tovuz Türkçə kitabxana. Burada təəssüflə axtarışı işləmir, yaxçı. Mən bunu dəfələrcə dostumuza yetirmişəm, amma düzəldə bilməyiblər ya düzəltməyiblər. Məsələn, kitabın adını yazırsınız, gətirmir. Amma elə listlə vurursan, açırsan, baxsan, kitabların adlarına baxsan, ehtimalən Quran tərcümə olmuş Quranların bölümü var. Əgər işləsə, oradan məsələn, bəlkə bu Uzun Həsən rəhmətlik tərcümə elətdirdiyi Quran adam tapa bilər, oradan oxuyar. Eyni halda dostlar, bunlar sözü gətirir, nə mənə də bezi gətirir, indi bunu da deyim. Bizim, əgər şəhərlərimizdən Mərağədə ya Mərəddə, Mərağədə fikir edirəm, bir dostumuz var, şairimiz Abbas Barışmaz, çox böyük bir alim, çox böyük bir alim. Allah mənə bir sirvət yetirsəydi, ki umarım yetirsin, mən bu adamın zindicanlığın təbsövür edirəm. Bilirəm, çox çətin gündədir, mərizdir, xəstəlikləri vardı, amma kitablarından ötürü, bunun yazılarından ötürü. Adam Nəhcül Bəlağəni türkçəyə çevirib, Quranı türkçəyə çevirib, Mevlana'nın şeirin hamısını, divanların türkçəyə çevirib. Nə bilim, çoxlu, yəni siz fikir eləyin ki, Nəhcül Bəlağə, bunu beləsi deyib, fars ərəbləşmiş insanlar yazırlar. Buna görə ki, əlini Həzrəti Məhəmməddən üstə görsədələr, ona bir ədəbiyyat yaradıblar, o çox qamiz bir şeylər yazıblar, çox əcib ki, məsələn, Quran onun yanında çox belə sadə bir kitabdır. Quran sadədir. Quranın özü də deyir ki, mən bir sadə kitabam ki, əvamlar düşünsünlər. Yəni, ayətlərində belə bir söz vardır ki, sadə kitabdır, millətin dilində, millət düşünmək üçün. Amma Nəhcül Bəlağə o cür deyil. Nəhcül Bəlağəni oxuyan başlamaz. Onu ki, desən, dərinləşəsən onda. Yəni, çox zaman istər ki, onun kəlmələrin anlamını tapasan, görəsən nədir, nə deyil. Amma bu kitabı, bu ağırlıqda kitabları Abbas Barışmaz cənabları, böyük ustadımız, Allah canını sağ edəsin, şəfa versin. Bu böyük ustadımız bunu tərcümə edib Türkçə. Və dostlarım bildiği Kur'an Türk dünya, İslam dünyasında Kur'an təkcə kitabdır ki 250 də mütərcimi var Türk dünyasında. Yəni 250 dəfə Türk dünyasında Türkçəyə tərcümə olan bir kitabdır Kur'an. Yəni diqqət buyurun ki, əgər bir sözdə bir yerdə işlənməmişsə, ikincisində onu qəşəng işlədiblər. Məndə bir dana Latin əlifbasında tərcüməsi var Kur'anın. Əlbəttə Təbrizdədir. Burada deyil, əlimdən uzaqdadır. Amma internetdə indi bunlar var, yəni qoyublar. Mən indi əgər şeyi baxsam, icazənlə bu görürüm ki, eləyə bilsəm bunu. Telegramda tapdım mən bu Telegramı. Telegramda bir qrup var, bu kitabları qoyur. İstəyirəm bunu tanıtdıram sizlərə. Sonra mən icazənlə bu bəhsimiz qutarıbdır. Buradan ayrılım və sizləri Allah'a tapşırım. Əgər görsən, burada o qrupu tapa bilsən, ərəbcə də çoxdur. Yəni onu da baxdım. Farslar da bir kitab yazıb, kitabxana onlayn düzəldiblər. Biraz da pul istir, əlbəttə çox pul istəmir, amma şeydir, 25-30 min dolar, 30 min tümən ilinə danışçılara, qeyri-danışçılara da o hududda biraz 50 min nəcirdir ilinə. Oradan kitab indirmək üçün, yəni hər kitabı ki istirsən orada indirmək üçün belə bir pul verirsən. Mən dostlardan birindən istəmişdim ki, ora üzv olsun, mən eləyə bilim onun şeylə gedim, passwordu ilə, rəmzi ilə girə bilim, kitablar indirim olmamışdı, amma tapdım. Əl yazmaları adında bir qrupdur dostlar. Fars, ərəb əlifbası ilə yazanda əl yazmalar yazsaz gəlir. Nösəx
xətti, Türki, yenə də ərəb əlifbasında, Azərbaş, buradan belə dalqalanı oxunmur. Elə bir şeydir. Burada kitabları qoyubdur. Mən görüm, bunu sırçı əcə tapsam, burada var. Görüm, burada Quran yazanda. Əvvəl ərəbcəsini yazın, görüm ki, gətirir ya yox. Ərəbcəsini gətirmədi, görüm ki, Quran Türkçəsində yazanda ərəb əlifbasını gətirmir. Latincəsi ilə görüm, yazsaq gətirəcək mi? Gətirdi. 2 dənə burada gətirdi, əgər gətirsə. Yazıb ki, gözəl, gözəl. Mən əlbəttə görmüşdüm, bunların bir neçəsini görmüşdüm, bir neçəsini də download eləmişəm, amma Quran təfsir dövrələri. Məsələn, bu bir kitab burada qoyubdu, Uyğur Türkçəsində. İngiliscə də üstündə bir şeylər yazıbdı, amma mən bunu bir vursam gərək download edəcək, bəli, başladı download-a. Bir yana ayrısı var, nədir? Çox cahil bir şeylər var burada, dostlar. Əgər eləyə bilsəniz, baxasınız. Əl-Əsmaül Müənnəsə, Nucum-i Türki, Nucum, Editorlar falan, bunlar Türkçə məsələ. Dostlar, çoxlu burada kitablar var, mən gördüm. Bu nədir? Təfsir-i Quran dövrələri, bu nədir? Tarix-i Barkənd, Kaşqər, Ravi Cahangirxan ibn Buzukxan Turum. Məsələn, bu da neçə? 1382-ci ildə 82 səhifədə yazılıbdır. Yenə də davamı vardı, o bir ayrısıdır. İkinci Quran görüm, bu hancısıdır, gelin. Quran-ı Kərim Türkçəsi ilə. Yəni, həm farscası, həm ərəbcəsidir, həm də türkçəsidir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İndi görüm ki, bunun türkçəsi hardadır? Qırağında. Bu onu çiyərəkləri yetərim dalıya. Bunu geçəldə bilsəm, əksir vardı, ondur. Bismillah mənası. Məsələn, burada mən indi bunu beləsi görürəm. Başladım adı ilə təksir təalində ki rızq o mən indi bu biraz çıqqılıdır. Görəmirəm dostlar. Əlbəttə bu da bunu geçirtmək olar. Əgər download eləsəm bunu eşitmək olar. Burada da Quranın özün. Əgər burada görsədə bilsəm bir ləhsə sizin üçün. Bilmirəm indi nə tür görsəniz. Umaram ki görsənsin. Yox, beləsi ki özüm də görüm də. Bunu bir dön çevirə bilsəm, əgər çevirə bilirəm, yox çevirəcəm. Bunu çevirdim dostlar. Bu Qurandır. Gördüyünüz kimi 2 səhifəsinin əksini salıbdır burada. Bir səhifə, 2 səhifə. Burada Ər-Rəhman surəsidir. Burada da Bəqərə surəsidir. Burada qıraqda bunun Ər-Rəhmanın surəsinin türkçəsidir. Burada da bu Bəqərə surəsinin türkçəsidir. Gözəl bir mənada görürsünüz, kitabı da belə rəhlidir, 2 səhifəsi heç olmasa. Qədim yazılıbdır. Mən indi bunu baxaram tarixinə. Görürəm ki, hangi tarixdə yazılıb, onu da sizə deyərəm. Ərz edeyim dostlar, görün tarixini görə bilsəm, Quran-ı Türkçəsi bunu yazmayıbdır, hangi tarixləri. Mən bunu indirim elə, durum indirsin, mən bunu özüm bir baxım görüm ki, nədir. Caminin yazdığın ehtimal və bəli, Türkçəyə çevirib, Türkçədir. Türkçə əl yazı. Mən deyirdim ki, bəlkə bir zaman gələn olsam bu websaytdan bunu yol vermişdim ki, bu Telegram kanalındakı olan bu kitabların görsədən tanıtdıram və oxuyan bəzi səfərlərim. Mən biraz qədimi yazıları oxuya bilmirəm. Türkçəm də zəifdir. Yəni, bədbəxtçılıq buradadır biz dostlar. Savadsızıq öz dilimizdə.
Neçə dənə savadçılıq əl-ələ verəndə bir budur ki, qədim xəttləri xoşnevisi deyirlər. Onları oxumayanda. Bir də bu olanda türkün yaxşı olmayanda. Bir də budur ki, tarixdə türkçənin bir değişimi var. Yəni, dostlar, dil canlı deyil məncə. Dostlarımız deyirlər, dil canlıdır. Mən canlı bilmirəm. Çünki, məsələn, mən canlıyım. Mən nəfəs çəkirəm, su içirəm, yemək yeyirəm, yuxum gələndə yatıram. Bir şey olsa diskinirəm. Bəzi şeydən qorxuram, bəzisindən qorxmuram. Mərizdirəm, dava yeyirəm, döktürə gedirəm, dərman alıram. Ola bilər ki, biz dili də buna bənzədək, amma o deyil. Dil belə deyil. Dil bir ayrı bir şeydir. Bir ayrı varlıqdır. Eyni halda məsələn mən nənədən doğuluram, bir ömrüm var, ölürəm gedirəm, o birisi nəsli gəlir, devam edir. Dil belə deyil. Dil amma dil dostlar, insanlar yaşadıkça o da değişir. İnsanların nəsli değişdikçe o da değişir. Dil değişir. Həm danışmağı değişir, həm cümləsi değişir, həm kəlmələri değişir, sözlər değişir. Taza şeylər gəlir, köhnələr də yaddan çıxır yavaş-yavaş. Onlar işlənmir. Bu da bir savadsızlıqdır ki, dili zaman içində. Yəni zamanı dilimə bölürük. Hər dilimin içində dilin özünün bir şəkli var, bir formu var, bir haləti var, bir durumu var, bir vəziyyəti vardır ki, o birisi durumundan azca fərqli olur, o birisi dilimini. Onun üçün dostlar, bu da bir savadsızlıqdır ki, mən bilmirəm, mənim savadsızlığımı bağışlarsınız. Haza kitabı sərf-i türki. Cəlibdir, məsələn, kitab türkünü sərf eləmək üçün. Vav, burada çox gözəl kəlmələr yazıbdır. Mən əcibdir bu dostumuzun, dedim, hər kəs istərsə bura geçsin, dostlar, əl yazmalar ya nüsxə xəttiyə Türki, xəttiyə Türki, düzdür. Ərəb əlifbası ilə bu cür yazsaz, o səhvəni bəlkə tapa bilərsiniz, o kanalı. Burada kitabları koyublar, minlər Türkçe kitap koyublar. Onlar, ben özüm deyirdim, Türkçe kitap çok azdı. Bunu inan. Deyirdim, Türkçe kitap çok azdı. Bu kanalı görəndən sonra gördüm ki, ben bir zaman deyirdim ki, gedim mesela Misir'də falan da dərs oxuyayım. Orada da Türkçe kitapları aktarım. Xüsusən ki, İslam dünyası en büyük eski kitabxanası İskəndəriyyədə, Misir'də olur. Ben bu şəhri də sevirəm. Çox sevməli bir şəhər. Eski şəhər. Adı da İskəndəriyyədir. İskəndərin adını düzəlibdir. O Yunanlıdır, Rumludur. Yunanlı İskəndərin adını düzəlibdir. Dənizin qırağında, okyanusun qırağında çox gözəl bir şəhər. Ən qədimi kitabxana oradadır İslam dünyasının. Və çox böyük kitablar. Yəni çox böyük kitabxanadır, çox böyük. Mən dedim gedirəm oradan həm ərəbi öyrəşirəm, həm fəlsəfə öyrəşirəm, həm tarix öyrəşirəm. Həm də ki orada türk kitabları axtarıram. Orada türk kitabları həttəmən alıblar, yığıblar Misrilər ora. Misirlərlə də bizlərin fərqi budur. Misirlər tarixdə biraz bu tür şeylərə çox əlaqələr olubdur. Yazıya, sembolizmə. Sembolizm də bilirsin, nəqqaşidən başlayır, nəqqaşi kimi yavaş-yavaş sadələşir, gəlir, olur əlifba, bugünkü əlifbaya yetişir. Adına Heroglif deyirlər, bu xaricilər ona ad qoyublar. Heroglif. Heroglifdən gəlir, yavaş-yavaş değişir, olur farsların xətti mixi deyirlər. Bizim sayın dostumuz Döktür Akbayraq onlara mix xətti demir, deyir. Bunlar mix xətti deyil. Gözəl ad qoyubdur. İndi adı bir ləhcə zehnimdən uçdu getdi. O nə deyir ona? Mix xətti deyil. O çizgi xəttidir. Belə bir ad deyir ona. Cəlib dostlardan bilən olsa yazsa qurban kəsərəm. Hər halda dostlar, burada çoxlu kitablar vardı. Adam məsələn Quranı nə gözəl olar ki, biri başqadan Quranı türkçə oxuyur. Elə online. Və lazım olanda kəlmələri tozih verir. Görək Quran nə deyir? Yəni biz müsəlmanıq. Bir türk mollasına qulaq asırdım. Bir ki, Türkiyə mollasına qulaq asırdım. Deyirdi ki, adam duanı, namazı ərəbcə qılır. Duanı ərəbcə elir. Elə ki, gəlir pul yığmağa türkçə deyir. Dedim ki, axı, hocam, namazı ərəbcə dedin, duanı ərəbcə dedin. Nədən pul yığanda
Türkçe dedim. Gerçi düşünmezlerdi Arapça desem. İyi dedim, namazı da düşünmür, duanı da düşünmür. Niye onu Türkçe demirsən? Yani bu böyle bizim böyle bir vəziyyətimiz var dostlar. E, öz dilimizdə görək Quran nə deyir? Din nə deyir? Yoxsa ha mən müsəlmanım, dədəm müsəlmandır, nənəm müsəlman. Mən özümü deyirəm. Yəni heç kəsi demirəm. Nənəm müsəlman, dədəm müsəlman. Onlar da müsəlmançılığı bəlli deyil, nə cür müsəlmandır. Nə savadları var, nə oxuyublar, nə bir şey yok. Dədələrindən bir şey onlara gəlibdi. Nəsildən nəsilə bir şey alıblar. Getdikcə də zəifləyibdi, aradan gedibdi, aradan gedibdi. Mesela bizim İslamçılığımızda hicab yoktu. Bizim mesela benim yadıma gelen öz nənəm, famillərimiz şəlti tuman giyerdiler, başlarında bağlardılar, ağızları da cavanlıqda, gəlin dövrəsində, qız dövrəsində yox, gəlin dövrəsində ağızlarını da bağlardılar. Ne deyirlər buna? Yaşmaq. Yaşmaqları vurardılar, buradan bağlardılar, qulaqlarının yanına taxardılar onun altına ucun, ağızları görsənməsin. Böyüklərlə bir danış. Bu bizim şeyimizdir, tarixdən gələn nəyimizdir. İslamın rəbti yoxdur. Biz İslamı almışıq, amma İslamı öz rəngimizi boyamışıq. Hər məmləkət bu cürdür. Hər halda çox uzatdım mən sözü. Qərar idi ki, tez gedəmədi. Yarım saatlik qonağımızı yola salmışıq. Mən danışıram. İstədim bunu ki, kaç şey eləyə bilək. Məsələn, bu kitablardan biri. Mən o cümlədə məsələn dediyim kimi Barışmaz cənablarının kitabları bizə çox mühümdür. Onları oxumaq, düşünmək, türkünü doğru düzgün ölçəşmək, savadlı olmaq türk dilində bizə çox önəmlidir. Mən türkçəyəm, pan-türkəm, sevinirəm, iftixar edirəm. Mən pan-türkü özüm tərif elədim, pan-türkəm. Farslar dediği pan-türk deyiləm. Mən özümə deyirəm kiməm. Sən mənə deyəməsən, sən kimsən? Sən kimsən ki, mənə deyəsən, sən kimsən? Mən özüm deyərəm, mən kiməm? Mən bir türk millətiyəm. Özüm tarif edirəm, mən kiməm? Sən haqqın yox deyəsən, Azəriysən, ya türksən. Sənə nə rəbti var? Mən deyəcəm kiməm, sən deyəcəksən gözüm üstə. Ciddi. Dostlar sağ olun. Gələn proqramda görüşmək üzrə. Gününüz xeyirli qalsın.